Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla. Beyin mühendisliğine qarşı Türkçe eski kitablar programının 368. bölümün Allah'ın lütfü kerəmi ilə başlayıram. Allah'a şükür olsun ki, bugün bizə ömür verdi. Qismət elədi, eləyə bilək atalarımız yaratdığı, minlər il yaratdığı uyğarlıqdan, dil uyğarlığı özəlliklə və ondan sonra, çox sonra gələn tasarladıqları yazı və əlifba uyğarlığı ilə bizə yetirdikləri minlərcə uyğarlıqdan bir neçəsi ilə tanışıq. Və eləyə bilək ki, özümüzə qaydaq, özümüzə güvənək, milli olaraq, millət olaraq öz varlığımıza, öz gücümüzə, öz beynimizə, öz atalarımızdan minlər ildə gələn yadigarlara güvənərək eləyə bilək ki, təzəşdən gül açaq, güllənək və balalarımız, nəvələrimiz, nəticələrimiz və nəsillərimiz bundan sonra gələcəklər bundan faydalansınlar. Ha belə onlar da bunu gücləndirsinlər və dünya gücünə düşənək həm indi, həm gələcəkdir. Gedək görək ki, bu günləri hangi kitab bizim rastımıza gəlir ki, onunla tanışaq və bu günləri Tarixi Yeni Dünya kitabın və ondan sonra bir dənə başqa bir kitab oxuduq ki, adı düz yazılmamışdı, məncə Muhammed Rasulullah deyə başlanır və davam edir haman bəhslər, amma bir ayrı sözlə davam edir və bu kitab üst-üstə bəlli olan, yəni özü yazar, Həqqi Həzrətləri yazdığı, Allah rəhmət eləsin, 1134-də yazmışdı və bu əlyazma ki, biz oxuduq, o bir neçə il sonra, yəni 1187-də bu kitab yazılmışdı. Onlar bu iki kitabla tanış olduq. İndi gedək görək, bu dediği rivayətə Abdullah dediği və ha belə Mənzumi Türkü burada bu iki kitab nə haqqındadır? Bunları bir görüşək, bunlarla bir tanışaq. Əvvəl bu rivayəti Abdullah İbni Süleyman. Bunun o cür ki, PDF-in başında yazıblar. Kitabın adı Rivayət ya da Rivayəti Abdullah İbni Süleyman. Bilmirəm hangisidir, amma baxarıq görək ki, qəziyyə nədir? 1034-də bu yazılıbdır. Yəni, qabancı kitabından ki, oxuduq, ondan bir 100 il öncə yazılıbdır və 72 səhifədə ki, 36 səhifədən ibarət PDF-də bunu görəcəyik. Kitabın əvvəlcə kitabxanada nə vəziyyətdə saxlanır, onu görməyə çalışaq. Belə ki, baxırıq cildə, görürük ki, bir gözəl cildi varmış, dövrəsi və dövrəsində ən azından bir sadə bir cizləmə varmış, basma cizmə varmış. Ortada amma gəndə bir basma, bir nəxşə varmış. Təqribən deyək ki, açıq qəhveyi rəngində bir cildi var imiş ki, bu zaman içində işlənibdir, köhnəlibdir və dəri xollən demək olar ki, tər o qədər əldən ya tər, su, yağış hər nə desək, dəyibdir ki, bu həm çürüyüb üst-üstə demək olar. Biz şeyə baxanda, kitabın səhifələr yapışan yerə, bir-birinə toplanan yerə baxanda, tikilən yerə baxanda ki, Şirazədir, görürük bu əlin orada təsirin təqribən o dəri gedibdir, rəngi gedibdir və təqribən demək olar ki, elə bir şoraba verib. Başmaqlar bəzən görürük ki, ayaqqabılar, ayaqda gön ayaqqabılar şoraba verirlər. Elə bir duz içində, su içində qalıblar duz verir. Bu da aynı vəziyyətdə burada görürük. Səfəni açırıq cildi bu tərəfdə və birinci yazını bu tərəfdə görürük və bu bizi şoka salır. Niyə ki, görürük bu tərəf cildə yapışan səfhədir ki, Osmanlı dövründə su üstündə çəkilən bir nəqqaşi yapışıb ona ki, gönün qıraqları ki, buna yapışıbdır. O görsənməsin, gözəl görsənsin.
Amma bu birisi səhifədə 1, 2, 3, 4, 5 səhifə olmalıdır ən azından. Biri Bismillahla başlamalıdır və davam etməlidir. Amma görürük ki, səhifə ortadan başlayıbdır. Demək olar ki, bu kitabda ən azından 2-3 vərəq düşübdür. Hala ağ vərəq, nə deyirlər, kitabın əgər şey olsa o vərəq, vəqf olsa orada yazılan vərəq və Bismillah olan vərəq düşüb burada. Məncə ən azı 2 vərəq, yəni 4 səhifə yoxdur. Amma burada indi neçə səhifə düşüb ondan xəbərimiz yoxdur. Qalan yerinə başlayıblar bir səhifə qoyublar. Kitab Süleymaniyyə kitabxanasında saxlanır. Çox bir gözəl əlyazma xətti ilə yazılıbdır. Kitaba su keçibdir. Şirazə bəllidir. Şirazə təqribən su çəkibdir və dediyim kimi səfələr qopublar. O iplə ya sapla ki tikmişmişlər səfələri, onu da görürük burada çıxıbdır ortaya. Qıraqda bir latincə bir yazı ilə bir şeylər yazıblar. Mənə oxumağı onun əsla imkanı yoxdur. Kitabın qıraqlarında özəlliklə dörd güşəsində və orta qırağında suyun çox gəlməsini görürük. Ortada da biraz nəzərə gəlir ki, çürüməsi var. Üst tərəfdən, Şirazənin üst tərəfi çürüməsini görürük. Kitabın üç tərəfi yazı yazmaq üçün boş qalıbdır. Yazı böyük xətt ilə və çox aydın bir əlifba ilə yazılıbdır. Deyirəm ki, bugünkü Qur'anlar bu xətt ilə yazılır, mənə belə gəlir. Bəzi kəlmələrdə səs qoyulubdur, amma tamam kəlmələrdə bu səs qoyulmayıbdır. O cümlədən adır, təşdiddir, odur. Bəzi kəlmələrdə, məsələn, ərəbcə kəlmələrdə nəzərə gələn, hətta orada da bəzi kəlmələrin səsləri ya ərabları qoyulubdur. Bu birisi səhifəyə baxanda görürük ki, 4 dana imza, latincə imza çalışırmış adam, öyrənsin. Ayrı bir kağız yox imiş adamın əlində, Allah rəhmət eləsin hər halda. Bəli, götürüb də kitabın qırağında imza təmrin edirmiş. Bəlkə də imzanı vurub ki, bu kitab mənimdir və özgə əlinə keçməsin. Kitabın o birisi səhifələrinə bir baxaq. Görürük ki, kitab çox bir... Kitabda nömrə qoymamışmış. Sonralar bu kitab, indi kitabxanaya gedəndən sonra, hər zamandan sonra bu kitaba nömrə qoymağa çalışdılar vərəqlərə. 1, 3, 5, 7 beləsi birlərlə qoyublar, gedibdir. Yəni, təklər deyirik, birlər demirik. Tək deyəndə buna nə gəldiysə, gəldi və hər halda bunun aşağıda hər vərəqin sonunda vərəqin 200 olur. Son vərəqin aşağı payında gələnki vərəq hangi hər kəlmə ilə başlanacaq onu yazıbdır. Biz bununla təşxis verə bilirik ki, o birisi nə olacaqdır. Mən beləsi göz elə, əlbəttə beləsi də baxanda o birisilərə baxmıram. Su çox geçmişmiş, amma hər halda çox da kitabın içi yazı olan tərəflərə gəlməyibdir gördüyümüz qədər. Bu kitab Əhmədiyyəl Oğlu Həmd Əfəndidə ələ, yəni məlumdur oquyam. Ehtimalən bir nəfər bu kitabı Əhməd beləsi kamil oxunmur, amma Hüsnü Əfəndidən olə, yəni məlumdur oquyam. Elə bir ki, məsələn, bunu alıb da oxusun. Burada bəzi dediyim kimi ərəbcə cümlələr görürük. Üstünə bəzisinin başı üstünə qırmızı xətt çəkilibdir. Burada da yenə də bir ayrı qələmlə, nə də midatla, nə də xudkarla bir ayrı cöhər ilə çalışıblar, bir yazı yazalar ki, latincə imiş, onu da başarmayıblar, hətta onu da yazsınlar. Eyni adamın ərəbcə yazması ya türk əlifbası ilə yazması biraz yaxşı imiş. Bu birisi səhifədə biraz yazmağa çalışıb da. Aynı halda bu cöhər ilə də bahis olub ki, kitab biraz
çox çifirlənibdir, pıntı görsənir. Yenə də burada qıraqda amma bir gözəl xətti var imiş bu adamın, yazarın ərəbcə, bu latini çalışan adamın ərəbcə şeyi var. Cəlibdir ki, bu belə nəzərə gəlir. Bu kitab sahibi ya bu kitabı əmanət alan ərəbcə bilirmiş. Yəni ərəb əlifbayı ilə yazmağı yaxşı bilirmiş, əl-xətti də gözəl imiş. Latinə zorlaşırmış. Latinə zorlaşan zaman latini düz yaza bilmirmiş. Onu burada görürük əslində. Qıraq yazılara yer dediyimiz kimi üç tərəfdə qalıbdır yazının. Çox sadə və gözəl. Yenə də bir ayrı latincə yazı ilə tanışlaşırıq ki, burada da çox hərfəyi bir latincə ilə tanışırıq. Su burada, yəni indi kitabın PDF-in 14-cü səhifəsində gəlibdir mətnin yazının içinə keçibdir. Və rəhlər bir az 4 sətirdə, hamısı da yox, sətr 4 sətrin 4-ü də yox, amma ucları biraz hərəsindən 1-2 kəlmə ən azından rəhlər qatışıbdır. Bu birisi səhifədə də aynıdır. Bu barmaq cöhərə batırılıbdır, elə bir yerdə rəy verilmiş, sandıq başına getmişmiş, o sandıqla gələnsə barmağında möhür varmış, kitabı barmaqlayıbdır, bəllidir bu kitabda. Bu birisi tərəfdə daha çoxdur, ehtimalən bir möhür də hətta ola bilər ki, bu bir möhür vurulmuş, əksi düşüb o üzə bəs. Ola bilər ki, bu üzdə möhür vurulubdur, möhür də deyil bir şeydir, yəni nə ola bilər bu? Vurulub bura və rəngi çox olduqdan keçib o birisi səhifəyə. Abdullah Xöftən hikməti belə bir şey ad kimi belə bir şey yazılıbdır. Kitabın dövrəsində nəqqaşı çəkmək üçün uşağın əlinə veriblər, xətt çəkibdir. Burada daxil kitab uşağın əlində midatla oynurmuş. Bir nəfər bu kitabı nəcat veribdir, Allah köməklik edibdir, nəcat verib. Burada da bir ədəd yazıbdır, nə deməkdir? 331 IN, nə belə bir şey yazılıbdır, oxuya bilmirəm. Burada 25-ci səhifə PDF-də 26-cı səhifədə yox. Burada bir çox kəlmənin başı üstə qırmızı xətt çəkibdir. ehtimalən bunlar bir bölümlərdir, bölümlərin adlarıdır. Bunlara baxmalıyıq, görək ki, nədir? Yazının formatı bəzi yerdə dəyişir, amma çox ciddi dəyişmir. Yenə də bir imza görürük və kitabın sonlarına gəldik. Bu kitabın sonlarına gəldikcə görürük ki, su kitaba çox keçibdir. Yəni kitabın yarısından bu üzə kitab çox eybi tapıbdır, çox su keçibdir və uşaq əlində də çox şey görübdür. Kitabın axir səhifəsini də oxuyarıq əlbəttə sonra, amma burada tarix çox aşkar görsənir və ən son səhifə, yəni cildə bağlı tərəf gələndə görürük ki, son səhifədə yenə də uşaq əlində nəqqaşı çəkmək üçün, uşaq yəni çox kiçik uşaqmış, nəqqaşı da çəkmək başarmış, xətt eləyibdir, yəni və burada nəqqaşını görürük, kitabın cildinin içində nəqqaşı və cildi də görürük ki, 3 tikədən imiş, yəni ağzı çift kimi gəlib bağlanırmış. Qeydək kitabın əvvəlinə, çünki bu kitab çox kiçik kitabdır və sürətlə də biraz oxuya bilirik. Bundan oxuyaq. Kitabın dediyimiz kimi birinci açanda görürük ki, bir neçə səhifə əvvəldən düşübdür. Baxaq görək bu kitab. Yəni ilə başlayırım. Bismillahirrahmanirrahim. Bir kimsənə ki, Haqqı Təalaya iman və vədini təsdiq edib fi səbilillah bərat bəsləsə ya da bir at bəsləsə, təhqiqən ol atmış, bəli. Yəni bir kimsənə ki, Haqqı Təalaya iman və vədini təsdiq edibdir, fi səbilillah bir at bəsləsə, təhqiqən ol atun yemi və suyu və fışqısı, nə deməkdir fışqısı? Fışqıyı və boyu qiyamət günündə ol kimsənin mizanına qonur deməkdir.
Nə deməkdir bilmirəm, yəni kəlməni də adam bilmədim. Fışqısı və buli ya boyu olacaqdır. Boyu qiyamət günündə ol kimsənin mizaninə olaraq əlbəttə mizatinə qonur deməkdir. Yəni xeyrat və həsənatı caninə qonur deməkdir. Şəfai suduridə məzkurdur ki, bir dənə kitab adıdır. Şəfai suduridə bir kitab adıdır. Məzkurdur ki, Abdullah ibn Süleyman rəziyallahu anha rivayətində Rasulullah sallallahu təala nə deməkdir? Sallallahu Allahı çox kiçik yazıbdır üstə ehtimalən təşdid kimi yazıbdır. Mən oradan Rasulullah sallallahu təala əleyhi və səlləm buyurmuşdur ki, mən qəllə əmələhu فليرتبت فرسا في فرسا في سبيل الله فإن شیعه و دبه belə bir hədis gətiribdir. Vərəsətun və bowluhu və şeruhu həsənatun. Onun hər halda belə bir hədis gətiriblər, bilmirəm ki, nə mənə. Hətta onun o heyvanı saxlamaqdan danışsaq çox gözəl söz deyibdir. Yazıblar, hədis Həzrət Peyğəmbərdən də olmasa, Həzrət Peyğəmbərə nisbət də verilsə, heyvan saxlamaq üçün gözəl bir şeydir. Dəbbəhu və rusəhu və buləhu və şə'rəhu həsənatun fi mizanihi yevməl qiyaməti. Yəni, bu kimsənin ki, əməli at ola, yəni işi at saxlamaq ola, ol kişi fi səbilillah kəndi üçün bir at bəğləsun, zira ol atın yemi, suyu, fışqısı və boli. Yəni, peşabı, işəmağı filanı, bunları südüyüz adı və qılı. Qılı da üstündəki tüklər, at, bəzi heyvanlarda qıl deyirik bunu. Qılı qiyamət günündə mizanında həsənatıdır deməkdir. Hasili kəlam, qəza niyyətinə, qəza savaş, qəza niyyətinə bəslədici zamanın cümləsində nə qədər yem yedi isə və nə dənlü və filan eylədi isə həb mizanə qoyulur. Cümləsi həsənatıdan sayılır deməkdir. Pəs insanları təşviq edir ki, heyvanlarla yaxşı keçinin, saxlayın, özəlliklə atı. Deməkdir və rivayatidə onların fışqısı demək bilmirəm nə məndə və boli sahiblərinə cənnətdə müski olsa gərəkdir. Misk, burada miski yazıbdır. Ehtimələn misk kimi Türkiyədə də deyirlər, indi də vardır. Məsələn, deyirlər misk kimi qoxuyur. Yəni misk kimi, bilmirəm misk necə, amma mənzuru ehtimalən müşk olacaqdır. Müşk kimi qoxuyur, olub da misk kimi qoxuyur. Biraz yumşaldıblar. Misk biraz ağırdır, misk daha rahatdır. Yəni, bəlkə ona görə beləsi deyilir, bilmirəm. Misk gibi, misk olsa gərəkdir demək. Varid olmuşdur Haqqı Taala qətində dini İslamın izzəti şu mərtəbədədir ki, onun üçün xidmət edənlərə bu dönlü təzim və təşrim və lütf və ihsan olunur və İmam-ı Təbərani rəhməhullah əleyhi nəqlində Xutabin irsi Peyğəmbər əleyhissalatu vəssalamdən rivayət eləmişdir ki, bəlkə də Xitab ibn Ərəs ola, beləsi, yəni 3 nöqtəli sığla əlbəttə. Xutab ibn Ərəs Peyğəmbər əleyhissalamın salatu salamüdən rivayət eləmişdir ki, Əl-xəylu sələsətun, 3 cürə at var, xəyl ata deməkdir.
Fərsun lirrəhman, at iki at üçün olsun, rəhman üçün Allah. Və fərsun lil insan, at iki insan üçün olsun və fərsun lis şeytan. Fəəmmə fərsun rəhmani fəma ittəxəzə fi səbilullahi və qutilə əleyhi ədaullah və əmmal fərəsun lil insani fəma istabtənə əv yəhmilə əleyhi və əmmə fərəsus şeytan fəma ruhinnə əleyhi və qommirə əleyhi. Yəni at cinsi üç qismidir. Bir cinsi, bir qismi rəhmanindir, ya rəhmanidir, rəhmanindir. Bir qismi insanındır, bir qismi şeytanındır. Əvvəlkisi ol atdır ki, fi səbilillah qəza üçün alinə. Dəxi üzərində Haqqı Teala'nın ədası qətl olunə. Yəni qazilər üstünə binələr. Dəxiləri qətl edələr. İkincisi, ol addır ki, toğurduğu murad olunə. Yəni, uşaq doğa, bala doğa o ad. Toğurduğu murad olunə və yük ürüylə. Üçüncüsü, ol atıdır ki, qoşdurulə və üzərində qumar olunə. O zaman da qumar varmış atlarla, indi də var elə. Yəni, üclə qoşdurulə. İndi üçlə qoşdurulə, yəni deməkdir, bilmirəm. Dəxi, ox ta isə alinə və at rəhmanın olmağın mənası Allah yoluna. Ehtimalən bu kitab atlar haqqında yazılıbdır. Bu Abdullah ibn Süleyman elə birinci səfədə bunun adı gəldiyi üçün Abdullah ibn Süleyman götürüblər, deyiblər kitab bundandır. Bu deyil, əslində kitab at haqqında yazılıbdır və biz bunu bu 6 səhifədə təqribən ki oxuduq, gördük ki, belə bir məna var. Allah özünə qəla üçün bəsləndiyidir. Təzimən rəhmanındır deyə buyurulmuşdur. Və insanın və şeytanın olmağın mənası dəxi zahirdir. Şul an ki, insan kəndi bilmək üçün bilmək üçün bəsləsələr, insanındır deyə buyurulmuşdur. Şul at ki, naməşru təriq üzərə qoşduruluyor, şeytanındır deməkdir, denilmişdir. Və şöyle məlum ola ki, o cəsur, ehtimalən cəşur burada yazılıbdır, o cəsur at qoşmaq naməşru olduğu şul zəmanidədir ki, iki canibdən ola, məsələn, iki kimsənə bir-birinə deyirlər ki, əgər mənim atım geçərsə, sən bana 5 altın. Bu da qumarı rəsmən açır ki, nə cür başlayır. Gedək bir, məsələn, 10-cu səfədə görək ki, əcəba orada da atı devam edirmi olsun, yoxsa gəldik 10-cu səfiyə. Nə deyibdi? Burada 9-cu, bir dənə də burada yazı yazmışdı. Aliyyətin sonra zinəti heç tamam, onu ötürmək gəlsin. Və bəzilər qolunca fi səbilillah atlar bağlayıb onlara xərc edənlər haqqında nazil oldu. Yəni, bəzi ayətlər ehtimalən danışır ki, Quranda gəlmiş ola bilər. Deyə nəql etmişdir. Və şəfai suduridə, yenə də getdi o bir adamın kitabına da şəfai suduridir. İbadət ibn Samitdən belə bir adam var Həzrət Məhəmməd zamanında, bəlkə var, bəlkə yoxdur. Çünki biz bir kitab tapdıq, oxuduq ki, 900-ə yaxın burada oxumamışıq. Qabaqcan Günas TV-nin o zaman çox uzun zamanlar bundan öncə fikirəm türkü bərnamələr düzəldi. O ya hətta ərəbcə, farsca bərnamə də düzəldində. Orada bu kitab haqqında danışdıq. Bir Misirli bir araşdırma aparıbdı, bir tim bəlkə araşdırma aparıbdı.
Bu hədislər ki, yazırlar bəzi adamların adına və bunu nisbət verirlər, filan kəsdən eşitdi, o da ondan dedi, o da ondan dedi, ha peyğəmbərdən filan kəs dedi. Bunlardan 900 nəfər tapıblar ki, tarixdə belə bir adam yoxdur, yalandılar. Ola bilər ki, belə bir adamlar ola ya olmaya, ya peyğəmbərin səsini ola bəlkə, amma peyğəmbər heç eşitməyə ömründə görməyibdi, amma oturub belə bir nəql edib ki, filan kəs mənə belə dedi ki, peyğəmbər belə deyibdi, ona da filan kəs demişdi, beləsi apara ora. Bu başdan elə cəli bir ad qoyur əslində. Yəni fərq ki, mən indi oturam deyəm ki, mənim məsələn dədəmdən eşitdim, dədəm babasından eşitdi, o da ondan eşitdi. 100 babadan qabaq yetişdik məsələn Həzrəti Məhəmməddən eşitdik ki, belə olubdu. Və söz də buracan düz gəlib məsələ. Hər halda ibadət adıymış burada. Məncə bilmirəm ki, o zaman da ibadət adı olarmış, olmazmış. Bunu da bir soruşmalıdır. İbadət ibn Samitdən rəziyallahu anhu mərvidir ki, əyitdi, eşitdim, əyitdi yəni özü dedi. Eşitdim Resulullah sallallahu aleyhi və səlləm buyurdu. İnnel fərəsə leysətən fi təbləhi və ehtimalən sənahihi nasimun ələ fərəşihi fəma tubqa lehu xətiətəhu illə vəqət və ləqəd ənzəlallahu fi irtiyat, bəlkə də irtibat, əl-xeyli vəl-infaq əleyha ayəteyni minəl-Qur'an mən zəlləzi yəqruzullahu qərzən həsənən fəyuzâəfəhu lehu əz'afən kəsirən və quluhu əlləzine yunfikune əmvaləhum billeyli və nəhari sirrən və əlaniyyətən fələhum əcruhum ində Rabbihim və la xofun əleyhim və la hum yəhzənun. Bu səfhənin ərəbcəsi səs qoyulmuşdu, türkcəsi də səs qoyulmuşdu. Calibdir, burada beləsi görürəm. Bu səhvə kollən səs qoyulmuş bir səhv idi. Dalır ki, ondan əvvəlki səhvədə səs qoyulmayıbdı hurufların üstünə və sonuncu səhifədə də ki, ayənin birazı da gəlib, neçə kəlməsi də, 3-4 kəlməsi də gəlib bu səhviyə, burada da cində də səs qoyulmayıbdı. Yəni, təhqiqən sahibi döşəki üstündə uyurkən at iğı bağlı, at əyağı bağlı oturduğu yerdə qılğırdığı sahibinin heç bir günahı qalmaz denilir, gedər. Vallahi təhqiqən Haqqı Teala Həzrəti atləri bağlayıb, anları bəsləyib, xərc etmək haqqında 2 ayət endirmişdir. Belə Peyğəmbərdən bir hədis gəlir. Görürük ki, yenə də kitab burada atların haqqında və Quranda deyir ki, 2 dənə ayə gəlibdir. Amma ayəni mən görmədim ki, o rəbd ola. Baxın, görün ayə nə deyir? Mən zəlləzi yəqrizullahi qərzən. Hər kəs Allaha bir borc versə, ya Allah yolunda borc versə, həsənən, yaxçılıq eləsə, yəni, və yuqza ənhu ləhu əz'afən kəsirə. Allah onu çoxaldar, belə bir şey deyir, vəli mücətiblə ata bağlayıblər. Bilmirəm, ola bilər, ola bilməz. Niyə Həzrət Məhəmməd müstəqimə, məsələn. Gedək bir kitabın 25-ci səhifəsinə bir baxaq. Görək ki, orada da at haqqındadır, ya yox. 25-ci səhifədə yox. Kitab gəndə yarımçılıq qaldığı üçün bir səfə qeydək dalıya. Görək buradan bir yer təparıq ki, nə deyir? Üstü ağ və ayağı səkil olə, sağ canibində səkil olmaya, yaxud ya qəzat bu təşanlər üzərə deməkdir. Və İbn Əbbasidən rəziyallahu, buradan başlayır o qisməti ki, görək buradan oxumağa çalışacağım. İbn Əbbasidən rəziyallahu anh, Həzrət Əlinin qardaşı İbn Əbbas bu deməkdir. Məşhurdur bu adam. İbn Əbbas rəziyallahu anhə rivayət olunur ki, Resulullah əleyhissalam buyurdu ki,
yumnul xəlil fi şəkəriha. Görək daha nədir? Anların xeyri bərəkətləri, görək bu səfə neçədir, gəlir beləsi ya yox. Ha, burada səfə, əvvəl bunu deyim ki, burada səfə yoxdur. Yəni, bu, düzdür, burada 21, 22 vurublar, 23 vurublar, yəni tək-tək gedir, çünki tək gedir səfə, burada tək gedir, cüt dərc etmir. Amma burada səfədə baxırıq, görürük ki, səfənin əşyalında yazır ki, sonki səhi vərəq böylə ilə başlayacaq. Amma burada görürük ki, hasili böylə başlanır. Bu da bunu deməkdir ki, bu o şeydən deyil. Əlbəttə, səfə düzdür. Çünki burada hasili bu səhifədədir. Yenə orada təkrar edib, hasili böylə başlanır. Bəlkə o birisi səfiylərdə belə olsa, ədhəm, yox, o birisində fəqət bu səhifədə o cüzü bir ittifaq düşübdür. Əcəba cırılıb səfə yoxsa aynıdır, onu bilmirəm. Gedək görək ki, bu səhifədə nə gəlir? Atlərin xeyri, bərəkət və qüvvəti əllərindədir. Yəni, əşkər olan at iyidir deməkdir və əşkər oldur ki, al olə. Al, əgər səhv eləmişsəm, alnında bir indi burada qaldım. Al nə deməkdir? Əcəba qırmızı ata deyilir, yəni yoxsa biz əşkər at iyidir deməkdir və əşkər at oldu ki, al olayı və dərisi quyruğu və yelisi quyruğu qızıl ola. Əmr ibn Haris rivayət eylər ki, Resulullah sallallahu aleyhi və səlləm buyurdu ki, لو جمعت خيول العربي في سيد ثم أرسلت لكان sabiqən əl-əşkər, yəni ərəb tayfəsinin atları bir səhrada cəm olunsa, dəxi salınırsa, ehtimalən ötürsələr, yəni qaçsın, salınırsa, anları keçən əşkər olurdu, deməkdir. Hasil cəmi atların yücürək, yəni sürətli gedəni, yücürmək. Yücürəci al at imiş. Nafi İbni Cübeyr rəziyallahu anh rivayət etmişdir ki, Resulullah sallallahu aleyhi və səlləm buyurdu ki, əl-yumnu fi xeyli fi kulli əhva və əhammi. Yəni, xeyri bərəkət anlardədir, hər at ki, qərə dişi, qərə dişi ilə bəzəyə anda beləsi tamam görürük ki, kitab içində at üzərindədir və gedək kitabın son səhifəsinə görək ki, kitab qutarıb, yoxsa yarımçılıq qalıbdır. Son səhifədən biraz, bunun kitabı çox kiçikdir, yekə yazıblar, səhifənin birazında yazıblar, hər halda gözəl bir kitabdır. Kitab haqqında, at haqqında və məncə kitabın adını dəyişdirməliyik. Yazaq ki, atın önəmi, məncə bu daha gözəldir. Ya at, elə at yazsaq daha yaxşıdır. Kitabın adı rivayət deyil, bu şeydir. Şəmşir zər ayinəyi şahidi fəthu zəfər zatinə kim aləmə oldur nizam. Ol sərapərdi, izzət, buran gedək biraz dallıqdan görək ki, nəzmi deyə bir şey yazıb burada. Vəsfi dökünməz suxənin qıl təmam, ver sözünə zinət xeyrül kəlam, padişaha hoqələ ömri kədmat, belə bir şey yazıbdır. Daim edə sərvətün sərfəraz, gülşən məqsudun ilə tazə tər, nəxli muradatun olə yarvər. Tazə qıla həq çəmən bəxtini, rəşq siphr edə xuda təxtini, pay səməndün sələ əqla əflakə gərd, möhr elə rayət geyti nəvərd. Hər dəm əlində ola şəmşir zər, ayini şahid fəthu zəfər, zatünə kim aləmə oldur nizam, اوله سراپرده عزت مقام مهر منور که به هر بامداد
Arz camal eyliyə qulubi عدل و داد اسب نجیب üzrə binib kamran عزم edəcək düşmənə لشکرکشان فتح و ظفر بدرقه راه olə xeyr ilə ختم eyliyə edib اختصار خاتمه دعوت پایان چار صندخ جامی چی بینی بی ارتیاب صندخ جامی چی بی ارتیاب قل رقمی خاتمه تم الکتاب الحمدلله تعالی علی الاتمام و لرسوله افضل الصلاة و السلام فی 6 Cəmadül əvvəli səneyi. Kitabın adını mən yazıram, fərqli yazacağım burada. Ad. Mən at yazım, daha gözəl olar. At. Ya at saxlamaq hətta məsələn. Məncə at elə adını qoysaq gözəldir. Yazar bilmirik kimdir. Xətt bilmirik kimindir. Çox gözəl xətdir. Fəqət bilirik ki, tarix bilirik. Bir tarix burada yazılıbdır. Yazanın tarixidir, yoxsa bu nəssaqın, xəttatın tarixidir, bilmirik. Cəmadül əvvəli səneyi ədədlə yazıb sənəndə 1034. Bu birinci kitabımız Hicri Qəməri getdi. Bu kitab 413 il öncə yazılıbdır. il öncə yazılmış. Bu kitabı bağlayaq beləsi. Adam istəsə oxuya, bunu bir saatda əvvəldən axıra rahat oxuya bilər. Bəzi kəlmələrdə adam çətinlik çəkir. Amma kitabı yaz oxuyandan sonra qonu ilə tanış olsa, keçər. Mənzume-i Türki fikrin qabaqdan görmüşük. Bugün də açdıq. Çünki kitabın bəli, bunu dünən görmüşük, ya İsrail üçün görmüşük. Bir-iki cələsə bundan öncə görmüşük. Çünki kitab cırılıbdır məclis kitabxanasında 16.918-ci nömrə ilə xətkeşlə tutublar, cırıqlarını da görmüşük. Bunu çox taza oxumuşuq. Bunu buradan bağlayaq və oradan da kitabdan da silah geçsin. Tamam. Bu rivayəti Abdullah nəvəniydi. Bunu da adını değiştirək. Belə bir kitab yoxdur. Bunun adını qoyaq. At. At ya at saxlamaq. Məncə at saxlamaq qoyaq burada. Saxlamaq. Bu at saxlamaq daha yaxşıdır. Heyvan və at saxlamaq uğrunda bir yazıldığı bir kitabdır və bu bunu göstərir ki, İslamda bəzi heyvanlar özəlliklə atın yerini göstərir. Risalə ikinci kitab ki, bugün istirik bir baş vuraq ona. Kitabın başında, PDF-in başında yazıblar ki, Risale-i Zərqalə. Nə deməkdir bilmirəm. 8 səhifəlik bir kitabla qarşıyıq ki, PDF-də də 8 səhifə görsənir. Kitab Səlimağa kitabxanasında saxlanacaqdır. Qalır ehtimalən Türkiyədə də sahibi Risalə Salih. Kitab-ı Şeyx Abdullah. Belə bir şey yazılıbdır. Üstə də bir şey yazılmışmış. Siliblər. Risale-i Əl-Zərqalə və Nucum. Əl-Zərqalətu və Nucum. Buna adını yazıblar sətrin. 24 sətr var hər səfədə. Vərəq 5 vərəqi var. Yürü nə deməkdir bilməm. 694 deməkdir. Kitabın eni 20 cm, boyu 20 cm, 14 cm enidir. Beləsi bir vəziyyət görürük. Kitabın adı bu olacaqdır. Ehtimalən burada bu bundan bir əks salaq. Kitab bundan izafət kiçikləşmir ki, şey olsun. Məcburuq bunu əlimizlə bir zərrə aşağı yuxarı eləyək. Buradan bir əks salaq. Bu cəlib bir nümunədir. Məncə bu son zamanlara aiddir. Amma kim bilər ki, bunu indi feylən
bəlkə bir ayrı kitabı da baxarıq. Bu da kiçikdir. Onun üçün buradan bir dənə də dastanlar deyə açıq. Görək sonra nə olar? Gedək buradan da kitabımızı bu səfəni edit eləyək. Görək. Kitabı gələk burada verək, bura görək ki, bu əlyazma əcəba qamış qələmlə yazılmış yoxsa midad ya da yeni qələmlər ilə yazılmış 3 xəttin adı nədir? Kağaza və yazıya baxaraq bunun ömrü haqda nə demək olar? Görək ki, bu nə deyəcəkdir, amma bu deməmişdən öncə biz beynimizi bunların əlinə verməmişdən öncə gedək kitabın içinə baxaq. Kitabın cildi görsənmir, cildin üzü görsənmir, açıb için görürük ki, burada çox kirlənibdir. Kitabxananın möhrünü bu qismətdə görürük aşağıda. Səhifə kamilən kirlənib, çox pis kirlənibdir və bu birisi səhifədəki yazı. Bu kitab və möhr mənə tanışdır. O, Əmir Xacəkeşi Kəmandarı Üsküdarı, onun zamanından qalmadı bu kitab. Ən azından onun dövründə yazsa ki, 450 il, 400 il bunun ömrüdür. Amma bu xətt nədən isə, indi gedək bura. Bu, orada, onun zamanında bu şey olubdur. Bir dənə də aşağıda bir yazı görürük, amma təəssüflə yarımçılıqdır. Oxumaq olmaz, bunu qeydib oxuyarıq. Kitab Bismillahla, çox gözəl bir Bismillahla başlanır və şeirdir. Zahirən, əvvəldən axirə kitab şeiridir. Şeirlərin arasında başlıqlar böyük, çox yoğun bir qələm ilə yazılıbdır və ərəbcə yazılıbdır. Kitab bu cüzdən tamam hərflərin üstündə, türkcə olsun, ərəbcə olsun, hər nə dildə olur olsun. Çünki indi feylən bilmirəm ki, nədir. Bəli, türkcədir. Bir-iki kəlməyə baxdım, bir-iki beyti oxudum. Türkcədir. Və tamam hərfləri dana-dana istandart edib, elmi eləyərək bizə yetiribdir. Dərmunacat və amurzeş xastən. Bu da ehtimalən Sorab Xəttat bunu yazıbdır. Dedik, qırmızı xəttinə yazıb və farsça yazıbdır. Amma şeirlərin normalda ortasında La ilahə İllallahi vəhdəhu la şərikələh. Məsələn, bu bir şeir başlığıdır. Dər Tevhid-i Subhanehu Teala bu yenə qırmızı yazıldığı üçün bəllidir. Bəzi şeirlərində ortasında, yəni iki misrəin ortasındakı boş yer qalır. Orada da bir şeirlər yazılıbdır. Fikrimcə kitab bu qədərdir. Yəni, kitab çox böyük səhifəsi varmış. Bu, o birisi kitab deyil ki, 5 səhifə. Bu dastanlardır. Acayip deyirəm axı biz burada nəcür oldu, hardan getdik bura? Tamam. Bu kitabı iştibah açmışam, bağışlayın, bir də qeydirəm bura. O kitabı açaram, qeytərəm əvvələ. Bu kitab çox cəlib bir kitabdır. O buna elgisi yoxdur. Mən bu tozlik verdiklərimi iştibah demişəm. Bu kitab da açdıqdır Risalətü Zərqalə Fin-Nucum. Bu kitabın 8 səhifədir. Bu 8 səhifə qalə
Haza risalətü zərqalə qırmızı qələmlə yazıbdır. Bismillahirrahmanirrahim ilə başlayır. Əl yazıdır, qətən əl yazıdır. Ola bilər çox zərif, hətta midad zəriflikdə bir qələm ilə yazılmış olsun. Belə görünə bilir. Bunun da haqqında verdik, o baxsın. Bəzi kəlmələri qırmızı yazıbdır. Yazı üçün fəqət bir böyründə bir azca boş yer vardır ki, orada bir adam istəsə qıraq yazsın, yazar. Bəzi kəlmələr qırmızı xətt ilə yazılıbdır. Keçən mövzu qutarıb, gələn mövzu başlayacaq. Ortada bir başlıq olaraq qırmızı bir şeylər yazıblar. Kitab istirdim deyəm ki, mixkubdur, amma indi görürəm ki, yox. Tikiş yerləri çoxdur. Onun üçün bu tikiş kitablardandır. Yəni, mənə belə gəlir ki, bu mixkub deyil, hətta bəlkə bu əlan baxdığım iplər, saplar burada görsənir. Bu da bunu deməkdir ki, bu kitab çox da yeni deyil. Xəttinə əlarəğmi xətti. Xəttin belə yazılmasına gəldik kitabın sonuna, dedik 8 səfədir, çox da bir şey deyil. Ehtimalən bu kitab 16 səhifəlik bir şey olacaqdır. Yəni 2, 4, 6, 8, 10, 12, 14. 14 səhifə, 2 səhifə də cildilərdir, 16 səhifə. Tamam. Bismillahirrahmanirrahim. Buradan başlayaq. Sonra bu kitabı biz gəldik görürük ki, AI nə deyir? Haza risalətün İkinci, bu bir idi, bu da ikinci olsun. Ad Risale-i Zərqalə. Risale-i Zərqalə Fin-Nucum yazmışdı orada. Biz də bunu Fin-Nucumu qoyaq şeyin altına, parantezin içinə. Elhamdülillah mübdi ədvar əflak dəvvarə və nəxzəu əhvaləl kəvakibin səvabiti və səyyarət və sələvatü əla seyyidina Muhammedəlləzi qatbə kərrətəl kələmati və alihi və sahabihi əl-faizin fi cəmil əvqat və saat əmmə bəd. Buracan Həzrəti Muhammedə, Allaha və Həzrəti Muhammedə və əshab-ı yoranlarına salam-ı salavatın göndərdi. Yolun göstərdi ki, müsəlmandır və davam edir. Və əmmə bəd, bu risalə aləti zərqalın əmali beyandadır. Bir dənə zərqal adında bir alət varmış zahirən. Bu alət nədir? Mən bilmirəm, amma bu aləti göstərir. Biz burada qeydib, sonra bu zərqal alətinin də əksini istərik, görək ki, nə cür bir şeydir. Əl-babul əvvəl fi mərifəti təəllümi dərəcətə şəmsi, qəçən şəmsün dərəcəsi bilmək diləsən, təriq budur ki, zicin üstündədir ehtimalən. Zicdə və təqvimidə biləsən və dəxi nəzər edəsən, şəmsün bürci saət müdür, yaxud habit müdür, nə deməkdir? Bunlar istilahlardır. Said olan bürclər bunlardır. Bunlar nə said nə deməkdir, habit nə deməkdir? İki gözlü h ilə və dəstəli t ilə bilmirəm. Burada yazıb cədə və zəhə. Ayrı-ayrı hərflər yazıb. C, D, H, iki gözlü h, əlbəttə axir h-dir, yəni tək h-dir. Və vav, z, rz və h. Habit bunlardır. Habit hansılardır? Dəstəli t-dir, ehtimalən, yadır, ehtimalən. Qalanların da, bilmirəm, bu ya oxunaq, ba oxunaq, bunda əlif ilə yazılıdır. Bir dənə nöqtə var, sıfır ola bilər. Əlifdir, B-dir. Bunun təriqi budur ki, sərətanidə cüddi əvvəlinə gəlincə saiddir və cədidə sərətanincə. Tamam, bu ciddi təxəssüsü bir şeydir. Mən də bunu bilmirəm ki, nə cür oxuyayım. Onun üçün də oxumasam məncə adilli olar. Kitab
Kətəbəhul Həqir İsmail adında bir adam yazıbdı. Yazar İsmail. İsmail yazıbdı Kətəbəhul Həqir. Bab-ı aşirun əl-üşurə. Babul üşurə. Bilmirəm nə deməkdir. Yəni üşurə nə deməkdir? Bab-ı əl-bab-ı saniyə əşər, əl-bab-ı tasiə əşər 29. Axı olmaz ki, nə cür məsələn, vəsətdə kitab çox düşübdür da, yəni. Çünki burada əl-bab-ı saniyə əşərdən birdən əl-bab-ı tasiə əşər getmək bir özü bir neçə hop bulmaqdır. Bu imkansızdır. Əl-bab-ı sabiə əşər nə deməkdir? Yəni niyə bu beləsi olubdur? Əl-bab-ı sadisi əşər 16. Sabiə əşər Əs-samini əşər Ət-tasi əşər 19. İşrun olacaq bu. İşrun 20. Fi mərifəti ma fin-nəhari və leyli min saətil müstəviyyətin və əczaiha min qəbli dərəcətil aşiri. Geçən bunu bilmək diləsin. Əvvəla dərəcəyi işrun mətali fələkiyyəsin biləsin. Ondan sonra dərəcəyi şəmsün mətaliyini biləsin. Əgər nəharidə isə və əgər leylidə isə dərəcəyi şəmsün nəziri mütaliin biləsin. Əqəllə əksərdə tərh eyləyəsin. Nə baqi gəlirsə, əvl fəzl Allairdir. Nə deməkdir bilmirəm. Anda bunları mən anlamadım. İstirdim görüm ki, bir kitabda son 2 sətr oxuyaq. Əks görəsən, əgər dərəcəyi şəmsün mətalii artıq isə qəblə zəvalıdır və əgər əksik isə bəd zəvalıdır. Allahu ələm təmmət əlba bis-səvab. Tamam, bu qədər. Kitab qutardı, bir şey yoxdur ki, mən burada deyim, bu nədir? Amma gedək görək şey, bu əlyazmanın haqqında biz 200 sual soruşduq. Burada nə yazıbdır? Bu əlyazma nəsri və onun fizyolojik özəllikləri haqda aşağıdakı kimi bir təhlil sunmaq olar. Qələmin növü. Bu mətn qələm, qamış qələm ilə yazılmışdır. Bunu bir neçə nişanədən anlamaq olar. Görək nə cür deyir. Uruz və nuzul, qalıq və incəlik, qalınlıq, yəni qalıq və incəlik hərflərin dönümlərində qələmin ucunun təraş edilmə şəklinə görə yaranan təbii qalınlıq və incəliklər açıq aydın görünür. Gedək baxaq görək ki, o cür bir şey biz görə bilirik ya yox. Məsələn, burada yazıbdır ki, bunu, geçən. Məsələn, bunidən kamil qələm fırlanır da. Biz burada o vav ki, belə fırlanır dairə, orada bunu görməliyik. Oldu'da gördüm. Məsələn, burada əlin oldu deyəndə dal üstdən gəlir, aşağıda biraz yoxunlaşır. Y yazanda Y üstə yoğundur, biraz nazikləşir. Yenə gəlir aşağı çox yoxunlaşır və ucu nazikləşir. Bunları buda görsənmir bu o qədər. Çünki hamısı aynı vəziyyətdə yazılır, amma nədənsə belə yazılır. Amma eylədik ya eylədin. Bu eylədin o qələmin ucları görsənir. 5'dür. Bu ədəd ki 5'dür. 5'də də dal kamil görsənir. Bu ki bu qələmdir. Aşağıda r-ın ucu görsənir. Bu təbii ki buradan bu dediğin mən baxdım və təyid edirəm ki bu qələmdir. Gedək görək daha nə yazıbdır. Deyir ki, mürəkkəbin axışı hərflərin bəzi hissələrində qələmin mürəkkəbi azaldıqca quruluq, yəni biraz rəngi azalır da, kas olur. Teşnə qələm əsəri görünür ki, bu da yalnız qamış qələm və su olan mürəkkəb ilə mümkündür. Midad və ya yeni qələmlərdə xudnevis kimi bu əsər belə yaranmaz. Görək ki, belə bir şey də biz də diqqət eləyəndə görə biləcəyik ya yox. Qeydaq elə birinci səhifədən ki, çoxdur, baxaq. Görək ki, getdikcə qələmin rəngi azalır ya yox. Burada başlayıbdır.
Burada eyləsəndə görsənir. Dəxi nəzər eyləsən, burada eyləsəndə o şey görsənir. Qələmin ucunun rənginin azalması. Əl-faizdə də biraz azalır. Bəli, təşxis vermək olur. Yəni, mən bunları heç diqqət eləməmişdim. Görün, məsələn, burada yenə olur da var. Amma mən biraz çox diqqət eləyəndə gözüm oynamaqlara başlayır. Ona görə buradan keçək qırağa. Xəttin növ. Bu əsər xətti, nəstəqlik və nəsx arasında bir köçürmə, intiqali keyfiyyətdir. Lakin daha çox girmə nəstəlik, şikəstə nəstəlik, ilk formaları və ya nəsx nəstəlik qarışığı kimi tanınan təhriri növünə yaxın. Usullu bir nəstəlik deyil. Çünki hərflərin şağuli və ufuqi tənasübləri daha çox sözün öz adıylamasına nə deməkdir? Mədd və sürətli yazılmağa kitabət meyillidir. Bu cür xətt gözəl yazı xoşnəvisi üçün deyil, elmi və texniki mətnlərin burada astronomi və təqvim elmi köçürməsi üçün istifadə edilir. Kağız və ömür təxmini. Kağızın və yazının özəlliklərinə əsasən bunları demək olar. Kağızın növü, kağız köhnə əl yapımı, aharlı kağızdır. Rənginin təbii şəkildə saralması gərdi zaman geçimi və kitablarındakı atımlar onun kimyəvi deyil, bitki sellülozundan hazırlandığını göstərir. Kağız deyir, yəni kimyəvi maddələrlə düzəlmir. Bəlkə ağac, indi güldən, yorpaqdan, nə bilim, nədən bu cür bir şeydən düzəlibdir. Yazı nə olur? Qırmızı mürəkkəb ilə yazılan başlıqlar. Mən bunu niyə yadıma gəlmir? Onlar əslən əvvəlki dəlil budur ki, bunlar əlyazma şəklimiz yox idi ona görə. Qırmızı mürəkkəb ilə yazılan başlıqlar Əl-Babül əvvəli, Əl-Babül sani və o dövrün kitabət ənənəsində klassik bir üslubdur. Ömür təxmini, yazı və üslubu, istifadə olunan terminlər şəms, mədarül üstüva, dairətün nisvin nəhar və kağızın doğusuna baxsan, bu əlyazma böyük ehtimalla 18-ci yüzilin sonu və ya 19-cu yüzilin Qacar və ya Gec Osmanlı dövrü ilkin yayıları ilə ilgilidir. Mətni o dövrün elmi dili olan türkcə, Osmanlı-Azərbaycan kökləri ilə və ərəbcə istilahlarla zəngindir. Nəticə bu qamış qələmlə yazılmış, elmi əhəmiyyəti olan və təxminən 200-250 illik qidməti olan bir nüsxədir. Kitabın özü nə demişdi? Bir tarix verməmişdi. Bu qədər. Buna tarix verməyibdi. Gedək o birisi kitabımızı açaq, görək ki, 3-cü kitab ki, açdıq və əvvəldə bunu iştibah elədik. Bu kitab nədir? Kitabın adının üstə yazıblar Dastanlar və 506 səhifə mənzum, yəni şeirlə. PDF-də 253 səhifə görsənir. Niyə ki, PDF-də hər bir PDF-in bir səhifəsində biz kitabdan 2 səhifə görürük. Kitabın cildinin eşiyi görsənmir, cildinin içinə baxırıq, çox kəsif saxlanıbdır. Kitabda möhrü görürük və Vaqifin vəqfinaməsini görürük. Vəqfinamənin əşyasında bir tarix vardır və onun da yaşıqda bir ayrı yazı var ki, onu əgər eləyə bilsək oxuyaq, bəlkə bizə bir itilat verər. Kitab çox kirlidir, bəzi səhifələr cırılıbdır. Burada görürük, məsələn, səhifənin cırılmağını bir ayrı kağızı yapışdırıblar. Kitabın ağız tərəfi cırılıbdır, onu bir ayrı kağızdan yapışdırıblar. Bu üzdə də aynan görürük onu. Kitab bəzi yerdə də çürüyüb-çürümağını da görürük ki, burada diqqət eləsək, birinci səfər Bismillahın başı üstə çürüyüb, ona görə də biz bu kağızı o üzdə qərə görürük, yəni cildin kağızını görürük. Kitabın ortasında da eybi-irad çoxdur, kitab çox qıraqları çox köhnəlibdir, həpriyib biraz. Şeiridir, tamam kəlmələr
farsça olsun, türkcə olsun, ərəbcə olsun, hamısı səs qoyulubdur və erablaşıbdır, yəni istandıralaşıbdır. Kitab bu səhifə ki açmışıq, istirmiş cırılsın Şirazədən, orada bir yapışıqla kağız yapışdırıblar ki, cırılmasın, açılmasın. Bu üzdə də yenə onu görürük, davam edir. Bəzi başlıqlar qırmızı, ərəbcə ya farsça yazılıblar. Burada yetişirik. Mən əlbəttə diqqət eləmədim, bəlkə diqqət eləməliyik. Görək ki, bunun yazma səbəbi haqqında bir şey yazsa, başlıq olsa, Seyyidül Mürsəlin, Ömər ibn Osman və zikr Əmir el-Müminin, Əsədullah el-Qalib, Muhammed Rasulullah, Dastan əzəvvəl bax, Dəşər Əshab-ı Rəsul. Burada Həzrəti Rəsulun əshabı haqqında dastan görüm, Ərbab-ı əvvəl hikmət, در شرح ayət ki, ma xələkum və la bəəskum ənfus və belə bir şeydir. Bunlar da qırmızı, burada da bir qırmızı iki misrəyin arasında qalan boş yerdə qırmızı şeiridir, ya nədir? Ərəbcə də ola bilər, yazıblar. Bunlara da baxmalıyıq, görək ki, bu kitab nə olacaqdır? Bu kitabı əlbəttə ki, bir yerdən əks salarıq, veririk və bundan da bir şey alaraq da aslında əzbab-ı əvvəli hikayəti dəstəha. Bu dediyim kimi bu qırmızı yazılar bəzən farsça yazılır. Buna görə ki, o desin ki, bu şeiri yazan deyil, başqası bu şeiri yazıbdır, xəttatdır bunu yazan, ya nəssahdır bunu yazan. Bu səhifədə yağ da görürük, kitaba damızılıbdır. Dastan ki, əzbab-ı əvvəl hikayəti ahinə mənə Vaqifin möhrünü yenə burada görürük. Kitabın təqribən demək olar ki, səfələr yazmayıblar. Səfənin yerinə aşağısında, vərağın sol tərəfinin ən aşağısında gələn səfə nə ilə başlayacaq, onları yazıblar. Əgər bunlar olmasalar, biz eləyə bilirik, təşxis verək ki, bu kitab cırılıbdır və atılıb eşiyə ya yox. Kitab çox böyükdür, 250 neçə səhifə olduğu üçün bunu biraz sürətlə ancaq təəssüflə bu kitab çox kirlənibdir. Çox kirlənibdir. Mən biraz bunun sürətlə gedirəm. Bir əcib bir şey gözümə dəysə, burada sapları görürük ortada. Hər halda o yavaş-yavaş istəyib köhnəlsin. Bəzi yerdə, bir yerdə də qıraq yazı gördüm, çox şuluq eləmişdi səfəni. Orada burada möhrü görürük, davam edir. Bu yekə yazılar ki, yazılıbdır. Bəzən bunu soralar elə bir yazıblar. Elə olubdur ki, o şeirin sətirləri ilə bəzi yerdə can-cana giriblər. Yəni, biraz çox şuluq görsənir. Biraz da illəti bu səslərin böyük olmasıdır. Səsləri, erabları bəzən çox böyük yazıblar. Bu da bir məsələdir. Çox qərə görsənir səfəmiz. Buradan bir əks salım. İstəyirəm bir yer olsun ki, başlığı gəlməsin əlinə, görək ki, nə deyəcəkdir. Bunu da verək ki, bura bu əl yazma başqa bir kitabdır. Sənin analizin nədir? Tamam, bu məşğul olsun bu analizə və biz gedək səhifələrimizin qalanlarına biraz diqqətlə baxmağa gedək. Möhür yenə çox, amma bu səfər qərə, yəni çox gözəl bir kitab, çox ehtimalən bu böyüklükdə, həcmdə 506 səhifəlik bir kitab bizə çox, türk dilində bizə çox güclü kəlmələr verəcəkdir.
dilimizin əhəmiyyətin, gəlişməsin, inkişafın, dəyişməsin bizə göstərəcəkdir və bizə dilimizlə tanış eləyəcəkdir. Amma heyif olsun ki, bu kitab biraz kirlidir. Yəni biz təqribən 200-cü səhifədəyik, baxırıq beləsi. Bəzi başlıqlar da başlıq hesab olmur. Qırmızı da özü bir paragraf yazıdır. Onları görürəm. Burada yetişirik bir səhifəyə, PDF-də 234-cü səhifəyə. Qıraqda yazılar görürük burada. Quluhu Teala və la rutəbin və la yabsin illa fi kitabin mübin əl-ayə. Quluhu aleyhisselam el-Qur'anu ehtimalən kəlamullahi Teala qeyri məxluqin mən qalə məxluq fəhuvə kafirun billah. Belə bir şey deyiblər ki, bu da bilmirəm, bu hədisi kim deyibdir. Belə bir şey deyənməzlər. Burada bir kitab dastan dəhum, əzbab dəhum, hikayət در خاتمه kitab عزیزنامه آن را بیان می کند. Bu cəlibdir, bunu oxumalıyıq. Dastan xatəmət. Bu ən son dastan, o çoxdur əlbəttə səfəsi. Sonun kitabın sonunda, yəni 247-ci səhifədə PDF-də biz ehtimalən kitabın təmmətil kitab, burada bir şey yazıbdır. Görək ki, nə yazıbdır. Ad təmmətil kitab be'unillah və hüsn tevfiqihi ələ yədil abd zəif el-müznib el-mühtacib ilə rəhmətullah Teala İsmaili Nərcis ibni Seyyid Əhməd ya İsmail ibni Həsən ibni Seyyid Əhməd beləsi oxuyacaqdır. İsmail ibni Həsən ibni Nərcis elə yazıb, ibni elə yazıb ki, elə bir nərdir. Nərcis Seyyid ibni Seyyid Əhməd Qəfərəllahu ləhum və livalidəyhim və cəmi'il müminə vəl-müminat fi əvaxiri ləbi tarix. Əcəbə bu tarixi nüsxədir, yoxsa tarixi yazıdır? Çünki təmmətil kitab be'unilməl. Şimdi beyədil İsmail ibn Həsən ibn Seyyid Əhməd və fi əvaxiri Rəbiul əvvəli səneyi sələsə və səmaninə vəl-mi'əti sələsə və səmaninə və əl-mi'ə əl-mi'əti vəqə'əl fərağu min təhriri haza yevmi fi yevmi ərbə'a çərşənbə günü. Vəqə'əl fərağu min təhriri haza. Təhrir kəlməsi yəni nüsxədir bu. Tarixi nüsxə yazaq burada. Bilək ki, bu nüsxədir. Tarix nüsxə çarşənbə günüymüş. Bunu bildik. Kitabın adını hələ feylən bilməmişik. Bundan sonra yenə bir dənə Bismillah yazıbdır və min məqalati əmləhi şüəra Şeyxul Arifin Əbül Məarif Əli ibn Muxlisi Əl-Mətadidi belə Qəddəsallahu sirrahul əziz. Hər halda adı burada bu ərəbcə biraz xoşxət yazılıbdır. Mən o xəşxətli nəxşəli oxuya bilmirəm. Bu da bir neçə səhifəlikdən ibarətdir. Bunu qeyd edib baxarıq. Bu özü neçə dana
özü bir kitabdır əslində. Və axirdə bir dənə Bismillahirrahmanirrahim bir səhvə burada var ki, təəssüflə bu səhvə də hər tərəfdən cırılıbdır. Bunu üstünə kağızla təmir eləyiblər. Kağızla yapışdırıblar yazının üstünə təəssüflə. Yazının üstündə görsənmir. Kağızın özü də elə xarab olubdur ki, elə bir şey palçıq içindən çıxardıblar bunu. Qoyublar bura, hər yeri palçıqdır. Xətti də çox gözəl imiş əlbəttə. Elhamdülillahilləzi gəlib bunu oxuyaram əlbəttə. Bu qalsın. Bu sonki səhifə qalsın. Gələk kitabın əvvəlindən. Kitab üçün bu əlbəttə bir tarix verdi. 880 və əlif. Vəl-mi'ə. Əlif idi, mi'ə idi. Mən əlif mi'ə oxudum onu. Hansı səhvədə idi? İndi onu tapmaq özü bir müşküldür. Buradadır. Fi əvaxir Rəbiyül əvvəli sənəyi sülsə və səmaninə vəl mi'ə. Vəl-mi'ətə vəqəl fərağu min təhrir haza fi yomil ərbə'a. Tamam. 800 necə oldu bu? Mən bunu bundan bir əks alım. Burada bu tarixi oxumaqda biraz yəni şək gəlirəm. Şək də yaxşı bir şeydir əlbəttə. Səlasə və səmaninə vəl əl-mi'ə vəl onda olar 183, 183. Bu da mənə biraz əcib gəlir, çünki 183-cü il Həzrəti Rəsulun hicrətindən sonra əlifba bu qədər inkişaf eləməyibdir. Çox sonralar inkişaf eləyibdir. Bu mənə biraz əcib gəlir. Onun üçün mən burada bir əlif gözləyirəm, əlif görmürəm. Yəni, nədən gərək gözləyəm həttən əlif olsun ki? Amma bunu buradan bir əks saldıq. Bunu verək ki, görək ki, nə deyir bizə? Bu tarixi məndən yaxşı oxuya bilməyəcəkdir. Məndən də yaxşı oxuyan ərəb bu yazıları, xəttatlar, özəlliklə xəttatlar bunu yaxşı oxuya bilərlər. Mən bunda heç şəkkim yoxdur. Bu birisi səhvəni verək, əvvəl burada görək tarixi bilə bilir. Əl yazmanın bu səhifəsinin ortalarında kitabın yazılma tarixi görünür. Sən bunu oxuya bilirmisin? Bəlkə bu mənə köməklik elər ki, bu yazını anlaya biləm. Görək ki, nə deyir? Bəli, bu səhifədə mətn köçürülməsinin istinsaq tarixi və katibin qeydi dəqiq şəkildə görünür. Sağ səhifənin orta hissəsində mənzumənin bitməsindən sonra gələn fərağət qeydində klonofon bölümündə tarix qeyd olunub. Tarixin oxunması yazının o hissəsində ərəbcə belə yazılıb. Fi qərrəti Rəbiyül əvvəli lisənədi səlasə və səmayinə və miə bədə əlif yoxdur. Minəl hicrət. Belə bir şey yoxdur. Dedim ki, özündən oxuyacaqdı. Vaqəən də özündən oxumağa başladı. Amma bunu qoymaq üçün bir yerə, burada mən bunu yekəldə də bilirəm ki, dostlar bunu görsünlər. Çox yekəldirəm bunu. Və gətirirəm burada üzbəyiz eləyək. Belə bir şey yoxdur. Fiqərrə yoxdur birincisi. Rəbiyül əvvəl, lisənə, Rəbiyül əvvəl var. Fil əvaxiri Rəbiyül əvvəl, onu qələt oxuyubdur. Səni li yoxdur, sənəd elə.
Sülsə və səmanin, burası düzdür. Səlasə və səmanin ya sülsə və sələmamin və vəl mi'ə. Mən bunu vəl malimələ oxunmur. Beləsi bir şey yoxdur. Bu cümlənin mənası və tarixi 1183 yazdı. Belə bir şey yoxdur. 83-ü mən də oxuya bildim, amma burada o cür bir şey yoxdur. Vəl məə olur, yəni vəl məə mən bunu oxuyuram. Bundan sonra başqa bir şey oxuya bilmirəm. Yəni məni oxusam bunu oxuyaram ki, ən sonunda çünki əlif burada əsl əlifə bənzəmir. Əlifə bənzənsə tamam, o orada gətirə bilirəm, bunu qəbul edə bilirəm, amma burada vi ya əl-mi'ə əl-millə əlif, əslən əlifə bənzədə bilmirəm. Hər şeyə bənzədə bilirəm, illa əlif. Bu yazıya bir də bax, məncə doğru oxuya bilmirsən. Digər önəmli nöqtələr, yazarın adı, tarixin bir az yuxarısında Şeyx Əl-Arifin Əbu İshaq İbrahim, belə bir şey yoxdur ki, nə? İlla bəlkə ondan biraz üstü olar, baxmamışam. Yəni bəlkə bu qismətdə, şeir qismətində olar. Belə bir şey olsa, onu demirəm, amma burada Əbul İshaq adında belə bir şey yoxdur burada. Katibin təvazuyu, katib özünü Əl-Əbdü Zəifül Müznib kimi babların sözü. Bu sonki, bu sonki bablardan danışır ehtimalən. Buradakı bu Şeyxul Arifin Əbül Məarif Əli ibn Muxləsil Təzadi ya Mazadi belə bir şey Məzdadi Munazadi belə bir şey yazılır. Amma bu nə dedi? Əbu İshaq İbrahim yoxdur yəni. Tamam. Görək ki, aşağıda bir dənə bir tozih versə. Haqlısınız, o hissəyi bir daha diqqətlə və kəlmələri tərkib edərək oxuduqda tarixin şəkli daha aydınlaşır. Təsvirdəki səlasə və səmanin ifadəsi ilk baxışda 1183 kimi görünsə də, siyaq və katib haşiyəsindəki rəqəm yazılarına diqqət yetirdikcə başqa bir ehtimal daha güclənir. Mətnin son hissəsində katib tərəfindən qeyd olunan təmmət bitdi sözünün sonra gələn o tarixi qeydini bir daha gözdən keçirək. Oxunuşun düzəlişi əgər yazı tis'ə və səmaninə və tis'ə mi'ə olarsa ki, belə bir ehtimal yoxdur. Bunu hardan gətirdi? Yazının qırağında bir şey var mıdır? Yazının qırağında burada bəlkə bir şey olar. Bunu çevirim. نوشتم در این جایگاه نام من نمیدانم چه باشد سرانجام من اگر عمر من باشد 100 سالها عاقبت گور تنگ است آرام من. Burada da yine bir şey yoxdur. Kitabın yenə gəldik eyni vəziyyətinə. Burada bir şey mən görmürəm, amma gedək görək bu nə dedi? Deyir ki, oxunuşu düzəltək. Əgər tis'ə və səmaniyyə və tis'ə mi'ə ki, əslən buna da bənzəmir. Olarsa bu 989 hicri təxminən falan uyğun gəlir. Hərflərin bir-birinə keçidi və sin qalması ilə yazılan hissələr buna işarət edə bilər. Rəqəmsəl qeyd. Səhifənin yuxarı kənarında solda
247 və ya 50 kimi nömrələr görünür. Bu əslən şeyə rəbti yoxdur. Bunlar səhifələr nömrələridir. Bəli, o ola bilər. Müəllifin kimliyi burada adı çəkilən Əbu İshaq İbrahim yoxdur. Bu Şeyxül Arifin ehtimalən Şeyx İbrahimi Gülşəniyyə təriqətinin qurucusu o da deyil. Belə bir şey yoxdur. Sizin əlinizdəki nüsxə ya fiziki baxışınıza görə tarixdəki yüzlük məət kəlməsindən əvvəl gələn rəqəm dəqiq olaraq neçə görünür? Çünki mürəkkəbin yayılması bəzən tisə ilə səlas kəlmələrini bir-birinə oxşadır. Yox, bu mən indi öz oxuduğumu yazsam, yazaram ki mən belə oxuram. Əvaxiri Rəbiul əvvəli səniyi sələsə və səmaninə və məətin ola bilər. Vəl mamilə vəl almalə və səmanə mi'ə ola bilər. Ola bilər. Səma əl-mi'ə. Səma əl-mi'ə. Mən beləsi oxuyayım görüm. Və tərcihətli və səma əl-mi'ə. Və səma əl-mi'ə. Oxuram da görürəm yazım. Çünki oxumuram da, yəni oxuya bilmirəm ki. Görür və bənzədirəm. Görək nə deyir? Diqqətli baxınız üçün təşəkkür edirəm. Haqlısınız. Sizin qeyd etdiyiniz Sələsə və Səmaninə və Səmanə mi'ə 883 oxunuşu həm yazının fiziki şəklinə, həm də mətnin klasik saxtarına tamamən uyğundur. Əcəba bu yazı onda. Əgər mənim yazdığım doğru olur isə, əcəba kağız mürəkkəb yazı və ilə tutuşurmu? Səmanə mi'ə olsa, səma, amma səma mi'ə gəlir. Yəni mən beləsi görürəm, amma o cürsü görmək olur yəni. Sizin oxuduğunuz 883-cü hicri il tarixi fiziki baxımdan əlinizdəki nüsxənin bütün özəllikləri ilə tam bir uyğunluq təşkil edir. Bir əlyazma uzmanı kimi kağız, mürəkkəb və xətt ünsürlərini bu tarixə əsasən belə analiz edə bilərik. Kağızın növü və təlməsi, texture. 15-ci yüzilin ikinci yarısında Ağqoyunlu və Ərkən Səfəvi dövrü istifadə olunan kağızlar ümumiyyətlə pambıq və kətan liflərindən hazırlanan əl yapımı kağızlardır. Ya kağızlar idi. Rəngi, təsvirdəki kağızın təbii saralması və yer-yer qəhvəyi ləkələr, xal həndəsi, çiməvi ağardıcı istifadə olunmayan köhnə kağızların
tipik özəlliyidir. Möhrə və ahar. Yazının kağız üzərində pozulmadan və dağılmadan bu qədər dəqiq qalması kağızın aharlanmış yumurta ağı ya da nişastə ilə və möhrələnmiş sədəf daşı ilə parladılmış olduğu növü göstərir ki, 833-cü ildə bu teknik övc nöqtəsində idi. Mürəkkəbin keyfiyyəti. Hissi mürəkkəb. O dövrdə istifadə olunan mürəkkəblər əsasən hiss, mazi və səmğ ərəbi tərtibindən hazırlanırdı. Bu mürəkkəblər 100 illər keçsə də qapqara qalır və kağızın dokusuna işləyir. Qırmızı mürəkkəb, şəngərf. Başlıqlarda istifadə olunan qırmızı rəngin o solğun amma əsil tonu onun təbii mədəni məvaddan hazırlandığına işarə edir. Xəttin əsaləti. 883-cü il nəstəlik xəttinin ən qəni və uyğunlaşmış dövrüdür. Mir Əli Təbrizidən sonra bu xətt Azərbaycan və Xorasan məktəblərində kəmala çatmışdı. Təsvirdəki xətt tez yazılan amma nizamlı bir nəstəlikdir. Hərflərin dairələri və birləşmələri 15-ci yüzilin kitabət üslubuna tamamilə uyğundur. Ümumi uyğunluq. Əgər bu nüsxə 15-ci yüzilə aiddirsə, sizin oxuduğunuz 883-cü tarixi bunu sübut edir ki, dil, mətn əski Oğuz türkcəsinin gözəl bir örnəyidir. Məsələn, oldu kəlməsinin yazılışı. Düzüm, şeirlərin əlifba sırası ilə düzəlməsi, Babül əlifi, Babül B, o dövrün divan tərtib etmə ənənəsi ilə ötüşür. Nəticə, bəli, sizin oxuşunuz 883-cü il mətnin fiziki görüntüsü ilə tam uyğundur. Bu sadə bir köçürmə deyil, o dövrün elmi və ədəbi səviyyəsini göstərən böyük bir mənəvi xəzinədir. 550 illik bir xidmət bu nüsxəni müzə keyfiyyətində bir əsər edir. Bu nüsxəni siz şəxsi kolleksiyonunuzda, tamam, beləsi bir şey yoxdur, buradan gedək, üstə bir ayrı şəkil qoymuşduq, ondan bir şeylər istəmişdik. Burada yazdı ki, bu dövr Ağqoyunlu, yəni o 883-cü il. Bu dövr Ağqoyunlu dövrünün övc vaxtına, Sultan Yaqub dövrünə yaxın dəngi gəlir. Bu dövrdə həm Azərbaycanda, həm də Osmanlı torpaqlığında bu cür sufiyanə mənzumələr və gözəl nəstəlik, təliq qarışıqlı xətlərə böyük əhəmiyyət verilirdi. Xət və ömür. Əgər nüsxə 883-cü il ilə aiddirsə, biz təxminən 550 illik bir əsərlə üz-üzəyik. Yazının solması və kağızın dokusu da bu qidamətlə tamamən uyğundur. Yazının o hissəsində əvaxiri kəlməsi aydın görünür ki, bu da katibin kitabəti Rəbiül Əvvəl ayının sonunda bitirdiyi göstərir. Sizcə bu əsər İbrahim Gülşəni ki, o dövrün böyük arifi idi, gənclik illərinə yaxud başqa bir Əbu İshaq İbrahim adlı, mən bunu bilmirəm hardan gətirdi, Əbu İshaq burada biz görmədik. Buna bəhsə girməyək feylən. Burada üstə də bir yazı yazmışdı. Bu yazıya bir də baxda məncə doğru deyildi, onu da dedi. Burada bir ayrı yazı yazmışdı. Bu kitaba görə, bu səhviyə görə vermişdik ki, iştibah yazmışdı. Bu nəyə? Bir dana da üstə səhifə vermişdik. Əgər onu da geçsək burada. Birinci səhifə ki, bu kitabdan verdik, buydu. Bu ikinci əlyazma əvvəlki mətnindən həm forma, həm də məzmun baxımından tamamən fərqlidir. Aşağıdakı analiz bu nüsxənin üçün təqdim edirəm. Tamam, indi burada orada bildi, burada indi görək nə yazıldı. Məzmun və ədəbi forma. Əvvəlki mətn elmi texniki, nücum astronomi idi.
Lakin bu əlyazma bir mənzum əsər, şeir, divanıdır. Forma. Mətn 2 sütunda yazılmış mənzum beytilərdən ibarətdir. Bu da onun bir məsnəvi və ya qəsidə kitabı olduğunu göstərir. Məzmun. Kəlmələrə diqqət etdikdə mürşid, mürid, səfa, cəfa, təriqət, həqq mətnin təsəvvüfi və irfani bir mahiyyət daşıdığı aydın görünür. Burada müridin mürşidə olan xidməti, dünya məşəqqəti və mənəvi yolun incəliklərindən söhbət olunur. Xəttin növü və kitabət üslubu. Bu nüsxədə istifadə olunan xətt nəstəli xəttidir. Əvvəlki mətnlə müqayisədə bu yazı daha incə, daha nizamlı və sənətkaranədir. Hərflərin keşidələri, uzadılmış hərflər və kəlmələrin bir-birinin üzərinə minməsi, Səvarkərdən ərəbləri şeydə yazıbdır. Farsçasında yazıb ki, mən baş tapım. Klasik nəstəlik ənənəsinə daha uyğundur. Kətibələrdə və kənarlarda çox, kimi haşiyə qeydləri görünür ki, bu da nüsxənin köçürülmə zamanı və ya oxunma zamanı düzəlişlər edildiyini göstərir. Kağız və fiziki özəllikləri, bunları istəmirik, baxaq. Ömür təxmini deyir ki, burada o bayaqçı ilə görək bir deyə yox. Mətn klasik türkcədir. Oğuz qrupu, Osmanlı və qədim Azərbaycan türkcəsi kökləri ilə. Gör, oldu, sağ, sol kimi kəlmələrin yazılış tərzi klasik ədəbi dilimizi əks etdirir. Dövr. Bu yazı üslubu və kağızın təlmis, texture, keyfiyyəti mətnin 17-ci yüzilin sonu və ya 18-ci yüzilin başlarına aid olduğunu düşündürür. Bu nüsxə əvvəlki nücum mətnindən bir az daha qədim ola bilər. Nəticə, bu irfani sufiyanə bir şəriyyat məcmuəsidir. Daha bir şey yazmayıbdır, biz də bunu davam eləmirik. Gedək kitabın öz içinə görək ki, biz nə bundan baş tapırıq. Möhrü oxusaq əvvəl, çalışaq ki, möhrü oxuyaq. Hazəl kitab, vəqəfə hazəl kitab, əs-Seyyid Abdülqadir əş-Şəhiri bi əmir Xacə əl-Üsküdari bi cami validə Sultan Ətiq fi Üsküdar sanəhullah Teala anil Cezar səneyi 1130. Möhür özü 1130'da düzəlibdir. Burada bir dənə də nömrə var, 242. Ehtimalən bu vəqf olan kitabxananın, Üsküdar kitabxanasının, orada cami Ətiq. Bu həqir və fəqir və pürtəqsir Əs-Seyyid Əl-Haci Abdülqadir Əl-Məruf və Əmir Xacə Kəmankeş Əl-Üsküdari bu kitab müstədabı mülkümdən ixrac edib, Üsküdaridə vaqe validə-i Ətiq cami şərifinə şul şərt ilə vəqf eylədim ki, tələbi ulumidən hər kimə iqtiza edər isə rəhn qoya və yaxud kəfili meyli ilə verilib, ta qəraəti tamam olunca hifz edib nişan üçün kağızın bükməyə və cildin sökməyə və uşaq əlinə verməyə və təbdil təğyir etməyə, əgər şərtilərdən birinin xilafi zuhur edərsə, təzmin oluna fəmən bəddələhu bə'də ma səməəhu fə innəma isməhu ələl-ləzinə yübəddilunəhu nəzmi kərimi fəhvasincə əsəm oluna. Burada da 24 yazılıbdır, ehtimalən 1124 ola bilər. Aşağıda bir yazı görünür, amma bunun oxunması çox şeydir, çətindir. Bulud ağacına tamam, oxuya bilmədim, oradan geçək, kitabın içinə girək. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin və salatu və selamu ala Muhammedin və alihi ecmain در توحید از دی سبحانه و تعالی. Bu nə deməkdir bilmirəm, azdi subhanahu və taala. Allah adın edəlüm əvvəl ibtida. Allah adın edəlüm
Evvel iptida ondan oldu iptida'ü intiha. Evvelün evvel ol evvelilük biceman. Evvelün evvel evvelilük biceman. Ahirün ol ahiridir cavidan. Cümle alem yok iken ol var idi. Şeyle eksiksiz gani cebbar idi. Şöyle eksiksiz gani cebbar idi. Küllü şeyin halikinden sonra hem qalmiya illa vecehu bi şükem. Ol zamanda kim hüner, kim henüz yoktu zaman. Ol zamanda kim henüz yoktur zaman, henüz yoktu zaman, bir zaman ol bir mekan verdi hemen. Bir zaman ol bir mekan verdi hemen. Vardı ihtimalen, verdi hemen. Her dو عالم ol ədəmdə غرق idi. Hem ədəm ol asl dəmdə غرق idi. وادی ol پادشاهی بینیاز. گندسانه ناز وریدی نه نیاز. Naz veridi, naz yok idi. Ne niyaz, ne nazı var idi, ne niyazı var idi. Kendüzi naz eyledi. Kendüzina özüne, kendüzi naz eyledi. Çaf nun urdi bersaz eyledi. Ya bir saz eyledi. Çafla nunu ürdü, yarattı. Bersaz eyledi ya bir saz eyledi. Yəni bir saz eyledi onlarla. İnnema emruhu, indi o ayəsini gətirir oranın. İnnema emruhu iza arada şeyən en yequla lehu kun feyekun. Çaf nunden qopdu nəğmat-ı usul. Çaf nunden qopdu nəğmat-ı usul. Kim eşitdi ol onu ile alın oldu gul. Kim eşitti ol onu alın elin oldu gul. Adı aqildir ma'ruf ol qulub. Adı aqildir ma'ruf ol qulun. Gamı gulden elek gelipdir ol buluk ya da bulun. Bu kafla nunu mən təşxis verə bilmirəm, bəzən qalıram. San əvvəl ol eşitdi səldi baş. San əvvəl ol eşitdi səldi baş. Fi verib kaf nun oldu baş. Fi vurib kaf nun oldu baş. Etmən bu vurub olacaqdı. Vurib yazıbdı. Vurib. Yəni bunları bir-birinə yapışdırıbdı da yəni. Çün eşitdi burada bir şey. Qalen nebiyyü aleyhisselam evvelu ma xalaqallahu teala el-aql. Bu iki dənə misrəyin altında bunu yazıbdı. Həzrəti Rəsulun bu haqda bir şey dediğin istir şeirə çəksin. Hədisi yazıbdı. İki misrəyin ortasına o boş yerdə yazıbdı. Çün eşitdi əqli el-küllü ol ani. Çün eşitdi əqli el-küll ol ani. Gulğa durdi hakka qarşı yöni. Onun ardınca eşitdi nefsi kül. Ol eşitdə ol dahi hem oldu gul. Ol dahi hem oldu gul.
Əql kül baş ol, ona xoş eylədi. Əql kül baş ol, ona xoş eylədi. Nəfs-i kül qətlənmədi, cuş eylədi. Nəfs-i kül qatlanmadı, yəni boyun əymədi. Nəfs-i kül qətlənmədi, cuş eylədi. Nəfs-i kül dərdi, nəfs-i kül dürdüyü, çərx ürdü səma. Nəfs-i kül dürdüyü, ya dürdüyü, çərx ürdü səma. Cuş gəldi, yer güc verdi səma. Vurdi səma. Oynamağa başladı. Çərxə girdi, çərx dünü, kəndüz dönər. Çərxə girdi, çərx dönü, kəndüz dönər. Çərx içində göstərər dürlü hünər. Başladı oynamağa, fırlanmağa və hər cürə bir hünərin göstərməyə. Bax bu əzraq puş sufi çərxina. Bax bu əzraq puş sufi çərxina. Kim bəlasın kəndi nadir çərxina. Kim bilasən bəlasın həman, bəla bilasən. Kim bilasən kəndi nadir çərxina. Sufi ol, ondan hənüz gərdan durur. Burada da bir hədis qoyubdu. Yə'sunəllahə ma əmərəhum və yəf'əlunə ma yu'mərun. Burada bir ayətdir ehtimalən. Bunu iki misrəyin arasında boşluqda yazıbdır. İndi ehtimalən burada da bunu biraz açır, bunu istir eləsin. Sufi ol, ondan hənüz gərdan durur. Yəni kim bu çərx sərgərdan durur. Şul bir ondan qamusi cünbüşdədir. Gör sana lə'l hər biri bir işdədir. Ərş gör kim insifa turmuş durur. Ərş gör kim insifa turmuş durur. Ol eşikdə necə baş urmuş durur. Lohu gör kim yüzünü tutmuş bəqar. Lohu gör kim yüzünü tutmuş bəqar. Allah adın yazıladıp intizar. Allah adın yazladıp intizar. Gör qələm necə dönər baş üstünə. Ol səmadə xoş kələm düb dostuna. Xoş kələm dib dostuna, deyibdir, demək mənisinədir. Ol müqərrəblər tərəbbür, turubdur qapıda. Turubdur, durubdur. Ol müqərrəblər turubdur qapıda. Cümlə izzət eşicində tapuda. Tapuda qəbalə. İşində olacaq da işkində. İşkində tapuda. Hər şey sən öz işində, qapısında. Həm firiştələr turubdur taata. İntizar ökündən, önündən sona bir saata. Gör müdəbbirlər bəxasi işdədir. Gör müdəbbirlər nəcasi işdədir. Ehtimalən ya bəxasi işlədir. Bilmirəm hangisi ola bilər. Ol səmaidə hər biri cünbüşdədir. Qoluhu Teala vəl müdəbbiratu əmrən əyyül kəvakibus səyyarat. Bu birinci əvvəl qoluhu Teala əl müdəbbiratu əmrən. Bu bir dənə surə-i Saffat fikirlərim. Orada belə ayət vardı. Onu gətiribdi. Qoluhu Teala vəl müdəbbiratu əmrən əy, yəni təfsir edilir ki, mənzur nəmədir? Əyyül kəvakibus səyyarat. Ol zühəl gör alət əl sənmiş işa. Allah əmrindən gəlibdir cünbüşa. Gör nə rəyi tədbir eylər müştəri, şündən alır, şuna verir mülkləri. Midrixi gör kim
neca başlar bitar. Mürrixi gör kim neca başlar biter. Ol səmada hərəkət eylər qan sıçar. Saçmaq, sıçar. Səçar əlbəttə, səçar. Gör ki bica geymiş altın toni gün. Gör ki bica geymiş altın toni don gün. Ol səmada hərəkət eylər dün gün. Dünən bugün. Zöhrə gör kim yencisidir şazkan. Burada şadkan mənzilsə elə ehtimal verirəm. Zöhrə gör kim yencisidir şadkan. Ol səmada zoğə girmişdir müdam. Gör ətarud ol səmada nadüzər. Gör ətarud ol səmada nadüzar. Gördücün, eşitdicin cümlə yazar. Ay bir gün kim alır mi heç melal. Ol səmada ki bədrdür gəh hilal. Gün böylədir. Gün bu yıldızlar ki neca sönmək. Gün bu yıldızlar ki neca sönəşür. Ol səmada hərəkət eylər yeniləşir ehtimalən. Biraz bu səhifə çox zor idi, çünki daha çox kirli idi. İnşallah o birisi səfər rahat olar. Hər halda bir əlyazma oxuruq. Qədim kəlmələr, şeir dilidir. Şeir dilində kəlmələri sındırır, yapışdırır bir-birinə. Və bu da bir məsələdir. Onun üçün vaqən çətindir. Mən savadsızam. Ən mühümü budur. Mən savadsızam. Savadsız olmasam bu qədər zorluq çəkməzdim qətən. در مناجات و آموزش خواستن. آموزش istəyəcəkdir. Bunda آموزش. Ey Xudavəndə sənin fəzlün diləyim. Sən, burada bir şey yazıb, əgər oxuya bilsək çox şeydir. Riz yazıb, çox kiçik. Sən Rəbsən ehtimalən, ya sən. Ey Xudavəndə sənin fəzlün diləyim. Sən Rəbsən lağz həm həkim و həm əlim. Sənsən axər həm həkim و həm əlim. هم خبیر و هم بصیر و هم شکور هم رحیم و هم کریم و هم غفور. جمله سن آشکار و نهان. آشکار و نهان. بی زمان بی مکان و بی نشان. ناسنا عاقل ارر نافکر له. ناسنا عاقل ارر نافکر له. ناسنی dil edib bilür zikirle. Padişah sen biza biz gul sana. Padişahan sen biza biz gul sana. Yoxduq biz senin varlıq sana. Varlıq sana. Sen varsan yani varlıq sensen. Can sen verdin. Canı sen verdin. Təna həm can tən. Can təna candır. Canın cananı sən. Halimize münsüfüz. Halimize münsüfüz. Ondan sonra yolumuz toğri gedər səndən sına.
Qatibən qurtulmağa yer yox durur. 100 sənə tutduq ki fəzlün çox durur. Səndən artıq yox durur Allah ilahısən. Vardun sən cümlə aləm yox ikən. Vardun sən cümlə adam yox ikən. Kim sənə artıq dəcüldür işuna. Olmadı olmayısar andan sana. Burada la ilahe illallah vahdehu la şerike lehun hakkında başlıdır bir şiir deyir. Der na'ti Seyyid-i Mürselin Hazreti Muhammed hakkında. La ilahe illallah Muhammed Resulullah Bab-ül əvvəli fil ahadi. Ne deməkdir bu? Görək ki, dastan əvvəl geri qırmızı yazıbdır. Yəni xəttat yazıbdır. Xəttatın adı nə idi? İsmail ibn Hasan ibn Seyyid Əhməd. Farsça yazıyor. داستان اول از باب اول حکایت در شرح اصحاب رسول الله در مقام اتحاد و یگانگی چون بوده اند. باب اول اشیده اون داستان. باب اول اشیده اون داستان چین بلا bin ma'ni geçen bicuman. Burada okuyabilmedim. Geçen olmaz. Çin bila bin ma'ni ya bin ba'ni okunmur. Nülhicen okuyabilmiyorum kəlməni. Dəgmə birisi birinlər məthidir. Dinmə birisi birenlər məthidir. İkilik dinmə birisi birenənlər məthidir. İkilik itirə qilənlər qədhidir. İbtida bir imdi edəm anları. Hak yolunda ol birikən canları. Birlik itirə kimlə dövlət buldular. Bir çibən neçə yoldaş oldular. Bir ceyibən neçə yoldaş oldular. Hak rızasını buldular birlikla. Hazreta yar oldular dirlikla. Dinle imdi Mustafa ahvalini kim nila açtı İslam yolunu. Kim ila olacak? Kim ila açtı İslam yolunu. O zaman kim dünyaya geldi Resul nayülü erkan vardı nahud usul. Devam edir. Beləsi görək ki, acaba bir yerdə bu adam öz adını yazsa, yəni əvvəldə də biraz geçdik, yəni bəlkə əvvəldə biraz hövsələ eləsəydik, bir neçə səhifəni oxusaydıq, bəlkə bu adam özünü bir tanıtdıraydı. Mən yenə qeydim əvvələ ya gedim. Tamam, neyim, türkçəliği mühümdür indi feylən. Qeydim əvvələ, yəni bu qalan yerdə. Yəni ürəyim istəyir ki, görüm bu adam yazan kimdir. Amma burada da bir şey görmürəm. Bir ad görsəm ki, biraz ürəklərlə buranı gəlirəm. Bu tərəfdən də 2 saat 1 saat 54 dəqiqədən də çoxdur ki, burada çalışır. Gedək 50-ci səhifəyə. İndi ki, belə oldu. Hər 50 səhifədən bir neçə sətr oxuyaq. داستان چهارم از باب چهارم حکایت اندر آن که پادشاه عالم پرور نمنکارش و بیان آدم از عدم. Bir acayip hikmeti sürri geldi yana. Bir acayip hikmet sözü geldi yana. Yena yeni yani bura. Xoş anlat
anut, xoş unutdur. Sidq ilə dinla yena. Xoş unutdur. Anut anlamaq bir anlamdır. Bir də yada, xatıra gətirmək. Xoş anutdur. Sidq ilə dinla yena. Dikla kimi yazılır. Bu k'lər çox yerdə nun yazılır. Mən onu biraz zor tapıram. Anların kim gerçek istedadı var, ulular o okuduna ustadı var. Ulular okuduna ustadı var. Anların kim cevheri qabil dəcül, bin önüt verer isen qılmaz qəbul. Önüt nəsihət. Üyüt nəsihət. Bin ügüt verer isen qılmaz qəbul. Bəs ügüdü xəsmina vermək gərək. Saniya layiq dururnuz mək gərək. Durur. Burada germek gerek. Böyle bir şey. İndi durur, nur. Mək gerek. Bazı kelimeleri oxuya bilmirəm. Çünkü qatıram bir-birinə. Ağıl oldur işi anlayıp söyləyə. Ağıl oldur işi anlayıp söyləyə. Nadiyse anı andan boyluya. Ya da nadiyse ne hiç olmasa, nadiyse ne olursa olsun, anı andan boyluya. Boyluya hiç olmasa baxa. Nətəkim hikmətdə söz gəlmiş durur. Pişlərdən biz ağılmış durur. Biz ağılmış durur. Bızaqılmış durur. Başlayıb buram. Kəlmələri çoxun anlamıram. Hər halda. Dür sədəfdə dedilər ahudə nav. Lünül nə deməkdir? Lünül ərəndə olur, sahildə lav. Ehtimalən gönül olacaqdır. Gönül ərəndə olur, sahildə lav. Bu önüt müminlərə dövlət olur. Yoxsa münkirlərə mehnət olur. İş bu sözün tanıgın eydəm sana. Eşit imdi aydın öndən sana. Dört bülük məxluq yaratdı ol ilah. Dört bülük məxluq yaratdı ol ilah. Qamisi quldur ana ol padişah. Cidaq 100-cü səhifədən Gene burada bir şeirin əvvəlində qırmızı xəttinə yazır. Hər kim ol əcəb eyləşilə olsar, ta əbəd məğbun məhrum qalsar. Yəni dili biraz fərqlidir. Yəni şeir dilidir, bunu anlıram. Amma Cığatay deyir, Azərbaycan türkünə biraz İstanbul ya Osmanlı türkünə biraz vəsətdə biraz zor gəldi. Ol tamam oldu benüz bir surdagi. Ol tamam oldu benüz bir surdagi. Ben diyem şerhin sana ilmin ogi. Anlağıl bir oldahi gör necədir. Dinle imdi kim hikayet necədir. Bir zamanda vardı ashab fil. Qala bilmə bu sirri sən hal bil.
Qal bilmə bu sırrı, sən hal bil. Bin ərdən ər tuğiddi ləşkəri. Bin ərdən ər tuğidi ləşkəri. Neyləsin çün olmaya haqdan yeri. Qəsd qıldı kim yıqdı Kəbəyi. Qəsd qıldı kim yıqdı Kəbəyi. Yəni kim dedüz yani kim dübdüz tüteydi dünyayı. Ləşkərin ərz eylədi düzdü çeri. Ləşkərin ərz eylədi düzdü çeri. Kərbə üzrə 10 bin əri. Cümlə fil binmiş dəmər getmişdi. Dəmir geyinmişdi. Cümlə fil binmiş dəmir geyinmişdi. Bir kişisin bin ərəəsimişdi. Kəbə yıqmaq qəsdinə çün gəldilər. Məkkə şəhrin küllü çürə aldılar. Küllü çevrə aldılar. Bəs mücavirlər həqa detdi yüzün. Bəs mücavirlər həqa düttü yüzün. Həzrətə ismərlədilər kəndüzün. Allaha ismə, özlərini tapışdırdılar Allaha. Həzrətə ismərlədilər kəndüzün. Məkkə qovmi cümlə qarşı çıxdılar. Hər birisi beynəna dinlə dəqdilər. Dəqdilər. Nə deməkdir? Hər birisi binadin dəqdilər. Etdilər kim biz sana alqışçıyız. Sənət əhli rəncibər həm işçiyüz. Etdi gəldim Kəbəyə, Kəbə yığmaq üçün. Gəlmədim mən dinsülə ağmaq üçün. Bu baş tapmadım nə deməkdir? Biraz zor oxuyuram bu kitabı doğrusunu desəm. Gedək 200-cü səhifədən görək ki, Dastan Həzrət əleyhissalam, Xızır əleyhissalam. Bu 142-ci səhifədədir. Yenə bu dilədi kim raz aça. Yenə bu dilədi kim raz aça. Cümlə dürlü məhfilə rəhmət səça. Ol xəbər kim gəlmədikdür dillərə. İş bu dildən yayılsın ellərə. Aydə sarım vəsfini ol kişinin. Kim cəhanda misli yoxdur işinin. Heç kimsə işinə mane dəcül cümlə millətlər içində ol qəbul. Gər necə kim cizlü yek olur. Gər necə kim gənc gizlü yek olur. İlla gizlü gənc o çüş yerdə qılır. Atlı ben xalq ani görsə gərək qamuya ol faydə versə gərək. Qamu hamı. Mədəni haqq yer içində gizlədi. Mədəni haqq yer içində gizlədi. Mədən əhli girdi ani izlədi. Rənc əyyub ol gizlü gənci buldular. Gizlüyən aşkara qıldılar. Gizlüyikən aşkara qıldılar. İş bu məni
könlümə qıldı əsər. Ol əsərdən dilə gəldi bu xəbər. Bu xəbərdən toldu cümlə tağ-taş. Aləma üç kəzlü razım oldu faş. Üç kəzli, yəni üç mərhələli bir raz faş oldu. Halı gəldin ol sözü şərh etməğa. Ol ulu şeyxün vəsfin etməğa. Ana xud əqlüm bənim qəndəira. Ana xud əqlüm bənim qəndəira. İnşaallah kim tələb qudrət vəra. Kəndi vəsfin niri oldur etdürən. Kəndi vəsfin niri oldur etdürən. Küllüdür axər bülbülü nutqa sürən. Güldür axər bülbülü nutqa sürən. Görməyincə kimsə aşıq olmadı. Bilmədin hər nərdə lə söz gəlmədi. Tənri ruzi qıldı gördüm gözlə. Gərçə anləməz bu məni sözlə. Anilməz bu məni sözlə. Eylədikcə bu dili kərrarını eydə dürsün dürmədin iqrarını. Tamam, devam edir. Gedək 200-cü səhifəyə bir baxaq. Səhifənin əvvəlindən biraz oxusaq. Gəlsin eşitsin ki aplıq yəcdür. Yəni indi bu nə oxunacaqdır mən bilmirəm. Alplıq ola bilər. Gəlsin eşitsin ki alplıq necədir? Alplərin sərmayəsi kim necədir? Edəyin bir sənə əhvalini, edəyin deyərəm. Edəyin bir sənə əhvalini, kim biləsən alp ərənlər halini. Alplıq eyləb dinmələr ad almədi. Alplıq eyləb dinmələr ad almədi. Yağdan qev qəndürüb dad elmədi. Yağdan qev qəndürüb dad elmədi. Zirə kim alplıq günləz nəsnə deyil. Zirə kim alplığınız nəsnə deyil. Kim anında cümlə düşman ola qul. Kişi alp olmaqlığa alət ana. Ta tanrı gedir edən bir sana. Tanrı gedir aydayan bir sana. Ana əlbəttə 9 nəsnə gərək. Əvvəl şul kim ola möhkəm yürək. Or kima heç nəsnədən qıpmaya ya qəpinməya, belə bir şey. Or kima heç nəsnədən qıpınmaya, möhkəm ola yağ görüb sınmaya. Yağı görüb sınmaya. Alp ərən oldur kim anın yürəgi, ola cümlə ləşkərin ol dirəci. Yürəci möhkəm kişi oldu dəlil,
yağıya həb bırəqdi həm tüşir. Bəs yürəkdir əlp lığun, bəs yürəkdir alplığın əlün aləti. Anın ilə olar alplıq haləti. Haq çevirdi alın ana möhkəm yürək. Bəs ikinci bazuda qüvvət gərək. İkinci şərti əvvəl ürəkdir, qorxmaqdır. İkincisi bazu qüdrətidir. Bazuda qüvvət gərək. Bazısında qüvvəti olmazsa alp ölməz təndə gücü azsa. Alp ərəndə qüvvət olmaq yaraşır. Zirə çox qüvvətlilərlə ürüşür. Bazuda qüvvət gərəkdir, əldə güc. Bəğrini möhkəm olavu, beldə güc. Alp ərən güclü gərəkdir, kim armaya. Gücsüz olsa, alplığı başarmaya hemen. Çünkü qüvvət oldu cismidə tamam, bildi anın güclülüğün xası am. Bəs bücüz qeyrət gərək ol kişiya. Bir dana şeydi buna qatışıbdı. Bəs bünüz qeyrət gərək ol kişiya. Kim anınla kəndi canına qiya. Üçüncü şərti də bir qeyrətdir. Alp ara qeyrət durur, üçüncü hal. Qeyrəti olmazsa alplıq məhal. Həmiyyət olmaz qeyrəti yox kişidə. Həmiyyət olmaz qeyrəti yox kişidə. Göründür kim ol kişi na iş edə. Bir iş edə bilməz yəni. Alplığın bir altı himmiyyət durur. Alplığın bir aləti həmiyyət durur. Həmiyyətin əsli nədir? Qeyrət durur. Bəs ərə qeyrət durur, yöndük hünər. Alplığı başarmaya qeyrətsiz ər. Kişinin üçün yürəci yo gücü var, həm var anda namusu qeyrət ar. Gedək 250-ci səhifəyə və demək olar ki, yox, bu kitabın sonuna, yəni istəyirəm bu kitabın sonundan da biraz oxuyaq və qutaraq. Əlbəttə ondan sonra bir ayrı şeir başlanır, bəlkə onu oxumadıq, amma bundan eləyə bilsək biraz oxuyaq. Bu kitabın son beytlərini oxuyayım. Tamam, burada gördüm bir şey dedi, deyərək görək nə deyir. Deyir ki, məni biz dildə sanmən siz həman, cümlə dillər anı söylər bicüman, cümlə dildə söylənən ol söz durur, cümlə gözlərdə görən ol göz durur, cümlə canlər sevdici bir nəsnədir, illa bilməz kimsəna kim ol nədir. Bəğlənib dəhri biri bir surətə, leyk məqsud ol dəcildi surətə. Ol surətdə nəsnə vardır, can görür. An üçün anın üzrə can verir. Bu kitab bun xətmiş oldu tamam. Bu kitab bük. Bu kitabın xətmiş oldu tamam. Top tolu 100 dastan gəldi tamam. 100 dana nağıl deyibdi burada. 7 yün
730 yılında Hicri Türk. Tamam. 730. Kitabın tarihi geldi. Tamam, çok güzel. Yazı tarihi. 730 yılında hicretün 730 yılında hicri. Hicretün söz erdi xətmina bu fikrətün. Geldi söz bura 730. Hicretin 730'unda. Mə'niyi xuz kimsəna xətm etmədi. Bu sözü qət eyliyibən getmədi. Bildücüncə söylədi hər bir kişi. Etmələri kimsə kəmalə bu işi. Altımları belə olur. Altımları kimsə kəmalə bu işi. Söz içində artıq əskük varsa, yetürü versin ani kim yarsa. Həqiqətində aşığın əksücü çox. Allahın əsküklüya əylü ki çox. Allahın əsküklüya əylü ki çox. Qamı xəlqün əskücü anda bitər. Rəhməti ilə qamiyi ol xoş tutar. Fəzl-ü rəhmət ol işində çox durur. Oldurur ümmid ayrıq yok durur. Ey Xudavəndə sənin fəzlün diləyim. Ey Xudavəndə sənin fəzlün diləyim. Sənin axir həm həkim o həm əlim. Sənin axir həm həkim o həm əlim. Rəhmətünlə yırlığa qullarını. Rəhmətünlə yərliğa qullarını. Sən əsir kəndü yoxsullarını. Hər ki dillər sayı sözü ey cəlil. Hər ki dinlər sayı sözü ey cəlil. Rəhmətin olsun ana hər dəm dəlil. Kitab qutardı. Tarixi de dedi. İndi bu calibdir. Mən səmaninə demişdim. Burada belə yazdığı üçün tarixi də ki, təmmətil kitab. Orada 730 dedi. 730'da yəni yazan yazıbdır. Aşağıda təmmətil kitabət bu nəssaxdır. Pəs bu oldu nəssax, nüsxə. Bu da yazı. Tamam. İndi burada mən bir dənə də bir 730'da yazılıbdır. Bu iki tane tarix fərqli yazıdır. Bu da 800. Mən dedim ucuz olur. 883. Bu və əldə səmaninə məə olacaqdır. Hər nədir? O düşdür. Təmmətil kitab və onullah və hüsnü tevfiqihi. Bura o de yədəl əbdin zəifül müznibil muhtac ilə rəhmətillah. İsmail ibni Həsən ibni Seyyid Əhməd qəfərallahu ləhum və livalidəyhim və cəmil müminə vəl müminat fi əvaxiri rəbiyül əvvəli səni-i sülsə və səmaninə vəl məə olacaqdır. Burada indi səmaninə vəl məə. Mən fikirəm
80. Mən istəyirəm məə bunlar 80 məə, amma acaba 80 məə nə mənisindədir? Qoy bunu bir baxım. Görüm ki, belə bir söz yazmaq olar. Acaba 80 el-məə tə nə demək ola bilir? Səmanə miə klasik ərəb dilində və əski əlyazmaların tarix qeydilərində tərqim 800 rəqəmidir. Sizin qeyd etdiyiniz sələsə və səmaninə və səmanə miə tərkibi tam olaraq aşağıdakı kimi parçalanır. Sələsə 3, səmaninə 8, səmanə miə 800. 803. 803-də də xət yazılıbdır. Yəni tapdıq sonunda ki, bu beləcə olacaq. Səmaninə vəl miə olacaqdır. Beləsi yazılıbdır. Bunu yazaq ki, sələsə və səmaninə vəl miə. Səmaninə miə. Mən bunu və götürsəm buradan. Burada və var. Mən burada və yazım. 800, məncə 803 oldu bu. 803 hicri. Tamam. 730'da yazılıb, 800 hicridə xəttat və bu nüsxəni yazandır. Tamam. Bunu da burada həll elədik. Kitab neçə il bundan qabaq yazılıb, onu da buradan hesablayaq və beləliklə bu günü başa çıxadaq. İndi 1447-ci il yox, əgər bundan çıxsaq 730'u çıxsaq, 717 il öncə 717 il öncə əl yazı yazılıbdır. Əslisi o zaman yazılıbdır. Bir 803'də də yazılsa, yəni bu nüsxə yazılsa, yəni 73 il sonra da, bu tarixdən sonra da bu kitabı yazıblar. Buradan bu üzrə də bir ayrı şairin şeirlərini yazıbdır, amma əl xətti biraz mənə ağır gəldi, düzün axtarsaz. Bu türkcə mənə çox ağır gəldi. Hətta deyə bilirəm ki, şeydən ağır gəldi. Yəni Cığatay türkcəsindən belə ağır gəldi mənə. Onun üçün burada qoyum qalsın, həm də yoruldum. Allaha şükür olsun. Bu günləri 3 kitabla tanış olduq. Birinci kitab atın əhəmiyyəti haqqında idi. Adı iştibah yazılmışdı. Bir nəfərin hədis deyir. O hədis deyənin adın, bir hədis onun dilindən gəldiği üçün onun adına yazmışlar. Mən onu at deyə dəyişdirdim. Atın önəmi haqqında hədisləri, ayətləri toplayıbdır. İkinci kitaba bir 8 səhifəlik, 10 səhifəlik, neçə səhifəlik belə bir kitab idi. Adı Risali Zərqalə Finnucum. Finnucumun biz sonra yazdıq. Əslində kitabın öz içində bunu yazmayıbdır. Amma cildində bir nəfər bunu yazıbdır. Yazar İsmail adında bir şəxs idi. Bu da 8 səhifəlik nüzum haqqındadır və mənim təxəssüsüm çatmadığı üçün oxuya bilmədim. Oxudum əlbəttə, oxuya, amma anlamadım yəni nə deyir. Üçüncü kitab ki oxuduq. Bunun adı nə idi? Burada yazıb 100 dastan dedi da bu. Əslində bu 100 dastandır. Kitabın özü yazmayıb ki, bunun adı nədir? Ya da oxumadıq. Yəni mən bu ikinci səhifəni oxusaydım, bəlkə bu və bu iki səhifə. Bu iki səhifəni oxusaydım, bəlkə tapardım ki, bu kitabın adı nədir? Məcburən qeydirəm oxuyayım. Yəni düzdür, yorulmuşam, amma qeydim oxuyayım, bəlkə bunun adını tapam. Gör bu bulutlar necə önür türmədin, necə ağlar heç kimsənə ürmədin. Yeli bənzür kim nalalər eylər nalər. O səmada yəni yüzlər tazələr. Suyu bərkünür necə ağar türmədin. Yer qoməz qəndəsində yüz sürmədin. Əslində bu çox da Cığatay ləhcəsinə yaxındır.
Yeri gör. Yerinür kim səzdəya ürmüş yüzün. Ol səmida ya qılmış kəndüzün. Gör bu odi necə yandırız. Yanar yandırır. Gör bu odi necə yanar yandırır. Hem döner halden hala hem döndürür. Gör denizler mevci necə çəlgələnir. Gör denizler mevci necə çəlgənir. Ol səmadan bu denizler yaygənir. Gör mədənlərdən necə cövhər betər biter yəni. Qüvvətindən necə xoşgütər biter. Gör nəbatidən necə nemətlər gəlir. Ol səmədən qamusi ləzzət alır. Zahirən elə bu mən necə mütəvəccüh olmamışam. Bu Çağatay üzündədir çox. Gör nəbatidən necə nemətlər gəlir. Ol səmədən qamusi ləzzət alır. Gör bu heyvanat ki cümlə cins. Ol səməda cuşa gəlmiş nəqd cins. Gör bəni Adəm nə işlər qeynədir. Gör bəni Adəm nə işlər qeynədir. Ol səmaüdür kim qəmusin öynədir. Kimi peyğəmbər, kimi ümmətləri bir-birinə bəğlünür himmətləri. Kimi sultanıdır, kimi ləşkər ana. Ol səmada yürüşürlər görsəna. Awliya'u enbiya'ul khas am. Awliya'u enbiya'ul khas am. Ol səmada belə vermiş nənlü nam. Nənlü ehtimalen nənli beşik. Cuşa gəlmiş qamusi hərəkət qılır. Kimi turur, kimi gedir, kimi gəlir. Cümlə məxluqat, cümlə insucan yiyir kök əqlizat, cismi can. Ol səmədə hərəkət eylər qamisi. Səmə ehtimalən eyni ilə yazılır səmədə. Misal mi'də. Amma mənə belə gəlir ki, çox səma istirdi ya, biləsi yazıb. Amma mən biləsi bilmirəm bunun mənası nədir. Neçə yerdə də elə bunu işlətdi, səma işlədir, eyni ilə işlədir, amma bilmirəm. Ol səmədə hərəkət eylər qamisi. Kimsiya heç əssi qalməz namusi. Qagülü nangülü. Gəlsüz cafununidən ol irar. Nanlu, o ihtimalen bunu okumalıyım. Lanlu nəngisiz, nanu nəngisiz ehtimalen. Nanu nəngisiz qafununidən ol irar. Xəlqi qovməz bir qərərdə hey sorar. Cümlə xəlqi oyundan ol oynadır. Bu səmaun sazı kafununudur. Bu səmaun sazı
kaf و nunu durur. Külle alem bir işarettir hemen. 100.000 encamünün inca 100.000 anca mülki var gizlü nehan. Kim ani gözler bakıp görmüş dəcil. Diller ol ildən xəbər vermiş dəcil. Həm qulaq eşitmədükdür adını. Həm qulaq eşitmədükdür adını. Heç kimsəna bilmədükdür dadını. Fikri aqil irməz ol mənzila. Adı ol mülkün anin gəlməz dila. Adı ol mülkün anın gəlməz dila. Ol durur, ol cümlə vəhdət ol durur. Ol durur, ol cümlə vəhdət ol durur. İşbü mülki yox ikən ol durur. Həm dilər savar ikən yox eyləmək. Hərgiz anın hökmüna yoxdur əmək. Ta na oleydi ol bu mülkü olmaqla. Nə oleydi na oleydi ol bu mülk olmaqla. Ya bu mülk olmazsa nas onsila ansila. Bu kaflar ki üstünə 3 nöqtə qoyur, bunlarda çox müşkül tapıram. Bəzi yerdə nun oxunur, bəzi yerdə c oxunur, bəzi yerdə kaf oxunur. Mən bunlarda çox qalıram, yəni qatışdırıram və çoxdur bunun. Yəni Türkçəm də zəifdir, bilmirəm ki, bu hangi kəlmədə kaf oxunacaq, hangisində c oxunacaq, hangisində nun oxunacaq. Bunu da bilmirəm təəssüflə. Ol deməkdən çün bu dənlü mülk olur. Ol deməkdən çün bu dənlü mülk olur. Olmasa ol mülk anın nas ansılır. Əksilir. İndi burada gələ əksilir deyək. 18.000 aləmin qədri ana. Yox durur bir zərrəca ondan sona. Qədr-i qiymət kəndünün ver kəndiya. Qədr-i qiymət kəndünün ver kəndiya. Kəndüzün kəndüylə kəndütiya. Ancılayın kim var ani kim bila. Ancılayın kim var ani kim bila. Ya ana layık ibadət kim qıla. Ol ki aləm xəlqünün fəxridi. Ol ki aləm xəlqünün fəxridi. Ol məqamidən bir xəbər verdidi. Ol məqamidən bir xəbər verdidi. Dünyadan çün təndi ya açdı gözün. Dünyadan çün təndi ya açdı gözün. Ol dənizdə yavi qıldı kəndüzün. Əclabəstərin tərniyaz etdi həqa. Əclabəstər niyaz etdi. Əclabəstər niyaz etdi həqa. Etdi ya Allah ya həyyü bəqa. Eylə kim bilməkdi səni bilmədim. Eylə kim bilməkdi səni bilmədim. Şöylə kim qılmaq gərəkdir qılmədim. Çün Həbibullah bu nalişdədir. Çün Həbibullah bu nalişdədir. Küllü qiyas et əyruği naişdədir. Cümlə aləm əczlə qılmış durur. Ol dənizdə
küllü gərq olmuş durur. Necə bilsin qətrə dəryanidə kesin? Necə bilsin qətrə dəryanidə nəyin, dəryani dünəyin? Zərrə nabilsün günəş nəcdinkin, necədi cin. Necə bilsin qətrə dəryani digin? Dəryani digin, dəryanın necəliğin. Necə bilsin qətrə dəryani digin? Zərrə nabilsün günəş necədi cin. Əcz naliş bəs bizə lazım durur. Əcz naliş nalə. Əcz naliş bəs bizə lazım durur. Ani bilmək dəvəsində kim durur? Kim sana, kim bilməyə kəndüzünü, necə ayədə ani bilmək sözünü. Tamam, bu iki səhifəni də oxuduq, amma adam öz adını bildirmədi. Bu münacatı oxuyaq, bəlkə münacatda bir şey, əlbəttə fikirlə münacatı oxuduq. Oxumuşduq münacatı. Ey xudavəndə, sənin fəzlün diləyim. Sənsən axər həm həkim و həm əlim. Həm xəbir و həm bəsir و həm şəkur. Həm rəhim و həm kərim و həm غفور. Cümlə sənsən, sən aşkar و او نهان. بی زمان و بی مکان و بی نشان. Na sana aqil irür, na fikr ilə. Na səni dil id bilür, zikr ilə. Padişahı sən, biz qul sana. Padişahı sən, biz bizə. Padişahı sən bizə, biz qul sana. Yoxuduq biz sənin, varlıq sənə. Can sən verdin, tənə həm can tən. Can tənə candır, canan canani sən. Halımıza münsifüz öndən sənə. Halımıza münsifüz öndən sənə. Yolumuz doğru gedir səndən sənə. Qatibən qurtulmağa yer yox durur. 100 sənə tutduq ki fəzlün çox durur. Səndən artıq yox durur. Allah illa sən. İlah sən. İlla sən yazılır. Vardun sən cümlə aləm yox ikən. Kim sənə artıq dəcüldür işina. Olmadı olmaya sər ondan sonra. Tamam. Adını tapa bilmədik. Yəni buracan da gəldik. Təəssüflə bu adamın, bəlkə əlbəttə kitabı oxunsa bu nətilərdən sonra bəlkə bir yerdə adın desin, amma adın qoyublar 100 dastanlar, amma bu adı da ona yaraşır, yəni tamam, bu qədər görər. Məncə gözəl kitab idi. Sonrasında biraz elə bir şey, o kaflardan şikayət eləyəndən sonra Allah mənim beynimə bir güc verdi. Şükür olsun Allaha, Allaha min mərtəbə şükür. Onu oxumağa başladım və başardım. Kitabın adını yazaq. Dastanlar. Bu qədər ilə orada onu yazmışlar. Mən də onu yazdım. Bu qədər görər. Allah umarım inşallah ömür verir və qarşımıza daha çoxlu gözəl kitablar çıxadır və biz o kitabları oxumaqla, tanımaqla özümüzə qayıdarıq, özümüzün fikrimizi, düşüncəmizi, tariximizi anlarıq, anlayışımızla, anlayış, düşünüşümüzlə tanış olarıq. Gələcəyi bilərək, keçəcəyi bilərək